Aha, deməli, salam uşaqlar. Baxırıq bu gün İblis əsərimizin təhlilinə. İblis əslində çətin bir əsər deyil. Sadəcə İblis bir çox hissələr, bir çox deyəndə, yəni bəzi hissələrdə müəyyən ixtisarlarla verilir deyə biz anlamırıq. Yəni kim hardan gəldi, a bu hardan çıxdı, bu burada qurtarmamışdı, axı bu niyə buradan başladı falan oluruq. İxtisarla verilib çünki əsər. 4 pərdəli mənzum nəzmlə yazılan faciəmizdir. Obrazlarımıza baxaq. İblis var, mələk var. İblis, mələk zaten bilirik. İxtiyar şeyx var, bir ağsaqqaldır, hansı ki Xavərin babasıdır İxtiyar şeyx. Xavər var, 2 dənə qadın obrazımız var zaten əsərdə. Biri Xavərdir, biri də Rənadır. Hansı ki, bu iki qadın obrazımızdan biri də Xavərdir. Xavər də İxtiyarın torunu, yəni İxtiyarın nəvəsidir. Avtomatik belə anlayırıq ki, İxtiyar da Xavərin babasıdır. Arif var, pərişan saçlı, sadə geyimli bir gəncdir. Həqiqət axtarışındadır. Vasif könüllü bir türk zabitidir. Arifin küçük qardaşı, Arifin balaca qardaşıdır. Küçük zabit var, o da Vasifin qardaşıdır. Rəna son dərəcə gözəl bir şəfqət həmşirəsidir. Rəna da qadın obrazlarımızdan digəridir. İbn Yəmin 45 yaşında qaraşın bir ərəb zabitidir. Ərəb obrazımız İbn Yəmindir, 45 yaşı var. Yaralı zabit Rus ordusuna mənsub bir gəncdir. Bu kiçik bir hissədə, əsərin kiçik bir hissəsində yaralı zabitin deməli hissəsinə rast gələcəyik, onun olduğu səhnəyə rast gələcəyik. Teyf Rənanın məktub babasının xəyalıdır. Teyf Rənanın ölmüş, yəni atasının xəyalıdır. Onun elə bil ki, ruhudur. Hansı ki, bunun da dialoquna, daha doğrusu nitqinə rast gələcəyik əsərdə. Elxan zabitdir, əskəri qaçaq, qaçaq bir əskərdir. Zabitlər, əskərlər və haydutlardır bizim digər obrazlarımız. Deməli, əsərin əvvəlində, ilk pərdənin əvvəlində bizə remarka verilib. Bağdad civarında ağaclıq mənzərəli bir güşə. Deməli, hadisələr harda baş verir? Bağdad civarında. Mənzərəli bir güşə. Pərdə açıldıqda Arif bir tərəfdə, taxta bir karyola üzərində əlinə təkkiyə edərək uzanıb düşüncəyə dalmış. Səhnə qaranlıq, ətrafda göy gürültüsü, şimşək çaxışı, trompet sədaları, top, tüfəng, bomba partlayışları. Deməli, hadisələr Bağdad civarında baş verir. Arif əlinə təkkiyə edərək, yəni əlinə söykənərək oturub, daha doğrusu uzanıb və bir düşüncəyə dalıb. Səhnə qaranlıqlaşır, göy gürültüsü, şimşək çaxışı, trompet sədaları, top, tüfəng, bomba partlayışları görürük. Yəni müəyyən qədər müharibə təsviri var, amma real müharibə səhnələrinə rast gəlinmir. Qarşıda səhnənin nihayətində iki göz böyük pəncərə, yəni 2 dənə pəncərə, atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir olunur burada. Bir neçə zabit əlində durbin müharibə komandası ilə məşğul. Gözlərin birində iblis, digərində mələk görünür. Gürültüdən sonra bir sükut olur. Və əsərin əvvəli iblisin monoloqu ilə başlayır. Əsər nə ilə başlayır? İblisin monoloqu ilə başlayır. Deməli, burada iblisin monoloqundan sonra mələyin də monoloqu verilib. Bəzən verilir ki, əsər iblisin və mələyin dialoqu sayəsində başlayır. Bu səhvdir. Yəni, iblisin və mələyin burada dialoqu yoxdur. İblisin ayrıca monoloqu, mələyin də ayrıca bir monoloqu əsərin əvvəlində bizə təqdim olunub. İblis məmnun qəhqəhələrlə dəryalara hökm etmədə tufan, səhraları sarsıtmada vulkan, sellər kimi akmaqda qızılqan, canlar yakar, evlər yıxar insan deyir və yenə gülməyə, qəhqəhə çəkməyə başlayır. Burada nə demək istəyir İblis? Burada müəyyən qədər İblis insan və təbiət hadisələrini eyni görür. Yəni, təbiət hadisələrinin törətdiyi faciələri, dəhşətləri və insanı eyni vəhdətdə görür, eyni dərəcədə görür. Hansı ki, deməli, deyir, dəryalara tufan hökm eləyir, dəryalar dağıdan tufandır, səhraları sarsıdan vulkandır, milyonlarla qan tökəndə, sellər kimi qan axıdan da elə insanın özüdür. Və burada da əsərin əvvəlində insanın özündə, iblisin günahı insanın özündə görməsinə rast gəlirik. Mələk, sonra mələyin dialoqu, daha doğrusu monoloquna rast gəlirik. Deyir ki, ya Rəbb, bu nə dəhşət, nə fəlakət, ya Rəbb, bu nə vəhşət, nə zəlalət, yox kimsədə insaf, mürüvvət, iblisə mi uymuş bəşəriyyət. Burada da mələk öz monoloqunda, dialoq yox, monoloqunda bu monoloqa diqqət yetirin. Arifin də buna bənzər bir
nitqi var. Yəni onunla mələyinkini qarışdırmayın. Nə dəhşət, nə zəlalət deyən, fəlakət deyən yadda saxlayın ki, mələkdir. Və burada da yenə Allaha bədii suallarla müraciət eləyir deməli mələk və bu nə vəhşət, bu nə zəlalət, deməli bu necə bir dəhşətdir deyir. Heç kimdə deyir insaf, mürvət, heç kimdə deyir insan, insaf, yəni mərhəmət yoxdur heç kimdə. Bütün bəşəriyyət, bütün insanlıq iblisə uyub. Mələk deyir. Sonradan iblisin müstəhsi və sürəkli qəhqəhləri ilə bərabər yenə göy gurultusu, top, mitralyoz sədaları başlayır. Sonra müəyyən qədər bir sükut olur yenə. Yenə iblis çılğın qəhqəhələrlə toplar veriyor aləmə dəhşət, dəhşət qopuyor sanki qiyamət. Yağmur kimi göydən yağar atəş, atəş qaralar, deməli dalğalar atəş. Deməli, iblis burada yenə müharibədən danışır, topların atılmasından, buradakı dəhşətdən, sanki deyir, müharibə sanki elədir ki, deyir, qiyamət qopur sanki, müharibəni qiyamətin qopmasına bənzədir, qiyamət günü kimi dəyərləndirir. Deyir, yağmur kimi göydən yağar atəş, atəş qaralar, deməli, dalğalar atəş. Qaralar, yəni quru sahələr və dalğaların atəş bürüdüyü bildirilir iblis tərəfindən. Sonra mələk deyir, ya Rəbb, azacıq lütfü inayət, qəhr olmada artıq bəşəriyyət. Başdan başa həp yer üzü vəhşət, iblis ilə həmrəngi siyasət. Deməli, burada da yenə mələyin monoloqunda mələk deyir ki, ya Rəbb, biraz lütf elə deyir. Yəni, bütün bəşəriyyət qəhr olmaqda, türklər deyir, kahr olmaq. Yəni, bu əsərdə niyə türk sözlərindən bu qədər, köhnə türk dilindən bu qədər istifadə olunub? Çünki bu əsəri yazanda Hüseyn Cavid, daha doğrusu Hüseyn Cavid özü Türkiyədə təhsil aldığına görə, əsər də yazanda əlbəttə ki, müəyyən qədər türk sözlərindən də istifadə olunub, köhnə türkçədən istifadə olunub. Ona görə biraz çətinlik yaranır bəzi hissələrdə. Nəsə, mələk burada deyir ki, ya Rəbb deyir, biraz lütf elə deyir bizə, qəhr olur, yəni kahr olur, puç olur deyir bütün insanlıq, bəşəriyyət. Başdan başa həp yer üzü vəhşət. Başdan başa bütün yer üzü, bütün dünya vəhşət üçün, dəhşət içindədir. İblis ilə bütün insanlar deyir, həmrəngi siyasət, həmrəh, yəni əlbir olublar. Bütün insanlarda deyir iblislik var. Hamısı iblislə bir olublar. Gözlər qapanır, səhnə aydınlaşır və burada Arifin təsvirini görürük. Uyğudan oyanır kimi alnı və gözlərini ovuşdurur, yerindən qalxır və göyə doğru, deməli, uyğudan oyanır kimi əlini, üzünü belə bir növ əlini üzünə aparır, gözlərini ovuşdurur və göy üzünə baxır, başlayır danışmağa. Onun monoloqunda görürük. Dünyaları yoxdan yaradan ey ulu tanrı. Yadda saxlayın, burada verilən tanrı sözü hər hansısa bir, bəzən deyirik, Allahın 99 adından biri. Yəni, buradakı tanrı sözü Allahın 99 adından biri deyil. Tanrı sözü sadəcə türklərin Allah mənasında işlətdiyi bir kəlmədir. Amma Allahın 99 adından biri sayılmır tanrı. Bəzən testlərdə bu məqamda düşür, amma belə bir şey yoxdur. Nəsə, dünyaları yoxdan yaradan ey ulu tanrı, ey xaliqi hikmət, Allahı xaliqi hikmət adlandırır. Ey varlığı yox, yoxluğu vardan daha dilbər. Ruhum səni izlər. Lütf et o gözəl çöhrəni bir an bana göstər, könlüm səni özlər. Uydum da peyğəmbərlərə, qanuna, kitabə, duydum yenə qəsvət. Başdan başa həp qəhr-ü qəzəb, tövbə inabə, həp zəfə əlamət. Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalət. Yox rəhbər vicdan, sənsiz doğamaz qəlbimə vicdanıma heyhat, bir şölə-i irfan. En, gəl bana, yaxud bəni yüksəklərə qaldır, gəzdir qonağında. Yerlərdə süründüm, yetişir göylərə qaldır, dindir qucağında. Qaldır bəni bir seyr edeyim, xoşmu, gözəlmi, cənnətdə mələklər, qaldır bəni ta görməyim insandakı zülmü, bax yer üzü inlər. Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət, baxın bu hissəni deyirdim, mələyin o əvvəldəki monoloqu ilə bu hissəni, cinayət, xəyanət deyən atəş neydi? Arifdir. Lakin fəlakət deyən, zəlalət deyən mələkdir, yadda saxlayın. Bulmaz mı nihayət, insanları xəlq etmədə var bəlkə də hikmət. İblisə nə hacət? Bu hissəni mütləq diqqət eləyəcəksiniz. Arifin ümumiyyətlə monoloqundan danışaq, burada nə deyir? Heç nə deyir ki, Arif bu hissədə Arifin həqiqət axtarışına çıxmasını görürük. Arif bu hissədə, yəni bu yalandan, bu sünilikdən, bu həyatdakı insanların zülmündən, insanların bu cür dəhşət doğuran hərəkətlərindən bezdiyini bildirir və Allaha şərt şəklində deyir. Yadınıza saxlayın, hardan başlayır?
Allaha bu hissədə bildirdiyi fikirlər şərt şəklində bildirir Allaha və deyir ki, əstəğfurullah. Və deyir ki, ya deyir məni öz yanıva qaldır. Yəni ya mən ölüm, sənin yanına qalxım, cənnətə gedim məsəl üçün. Oradakı mələklər deyir mənə maraqlıdır, deyir. Mənə maraqlıdır ki, oradakı mələklər xoşmu, gözəlmi? Cənnətdəki mələklər ora qaldır deyir məni. Ya da ki deyir, sən deyir özün gəl mənim yanıma, mən səni deyir çöhrəvi görüm. Ya deyir məni göylərə qaldır, məni öz üzvə göstər, öz simavı göstər. Belə bir şərt qoyur Allahın qabağına. Və sonradan burada da deməli deyir ki, bu xəyanət, bu zülmət, bu deyir deməli çirkinliklər, bu pis əməllər son bulmazmı? Və deyir, insanları xəlq etmədə var bəlkə də hikmət. İblisə nə hacət? Deyir, insanları yaratmağında bir hikmət, yəni bir bildiyim var. Bəs iblisi yaratmaqda, yəni məqsəd nə idi? Niyə iblis var? Niyə pislik var? İblis nədir ki? İblis, şeytan insanın içindəki pis niyyətdir. Deyir, iblisi, yəni pis niyyəti yaratmaqda sənin məqsədin nə idi? Bax, bu sualı, Arifin bu sualı əsərin artıq konfliktinin başladığı hissə sayılır. Bu hissədən sonra əsərin əsas konflikti başlayır bu sualla və bu sual həmçinin belə də deyə bilərəm ki, əsərin elə bil bu son misralarını, bu hissəni biz Neylərin İlahi əsəri ilə də müəyyən qədər məzmunca oxşada bilərik. Aha. Deməli, yorğun və düşüncəli bir halda İskəmləyə oturur və dərhal səhnənin işığı azalır. İblis sürəkli istehzalı qəhqəhələrlə yerdən alevlər içindən çıxır. Yaldızlı və əflatünün ridasının ətəkləri hərəkət etdikcə atəşrəng sima və əlbisəsi parlar durur. Deməli, burada artıq yenə Arifin, burada iblisin çıxmağı Arifin gözünə görünmür. Arif burada iblis çıxanda görmür. Arif iblisi, gözə görünmür iblis əlbəttə ki. Sadəcə iblisin səhnəsinə burada yer verilib. İblis yerin altından atəşlə çıxır. Ridasının ətəkləri hərəkət eləyir. Yəni rida onun geyiminin ətəkləri hərəkət eləyir. O parıldayan geyiminin ətəkləri hərəkət eləyir və gülə-gülə başlayır iblis burada əsəbləşməyə. Niyə? Çünki burada Arif orada deyir ki, yəni insanları yaratmısan, bildiyim var, amma iblisi niyə yaratmısan deyir. İblisin varlığından şikayət eləyir Arif və nəticədə iblis buna əsəbləşir, qəzəblənir və buna görə deyirik ki, əsərdəki əsas konflikt buradan başlayır. Deyir Arif, bana bax, sən də mi efhamə qapıldın? Biçarə çocuq, sən də mi iblisə takıldın? Dahilər, ululəzm, nəbilər belə bəndən heç vəclə təxlisi giriban edəməzkən, daim bəni təhqir edərək əyləniyorsun, həp söyləniyorsun. Bir gün gəlir əlbəttə şu izan ilə sən də bazicə olursun qoca iblisin əlində. İblis o böyük qüdrət, o atəşli müəmma, bir gün səni də kəndinə eylər kölə. Amma heyhat olamaz dərdinə bir kimsədən imdad, imdadə qoşsa ancaq ah ilə fəryad. Deməli, burada iblis artıq monoloqunda biz görürük ki, bu yenə Ariflə iblisin dialoqu sayılmır. Çünki Arif heç iblisi görməmişdi belə. Bu Arifə müraciətlə iblisin dediyi monoloqudur. Deyir, yəni sən də mi digərləri kimi iblisin pis olduğunu düşünürsən? Sən də mi iblisə takıldın deyir. Bu boyda problemlərin içində sən də mi türklərdə var takılmaq. Bizdə də yəni sən də mi bir dənə gəlib iblisə ilişdin də, yəni bir dənə orada mı qaldın sən də? Bu boyda pisliklərin içində sən də mi iblisə takıldın? Deyir, heç kim deyir mənlə başa çıxa bilmir. Sən deyir məni təhqir eləyirsən, təhqir eləməklə əylənirsən, həmişə məndən danışırsan, həmişə məni pisləyirsən. Həp söyləniyorsun. Bir gün gəlir əlbəttə şu izan ilə sən də bazicə olursun qoca iblisin əlində. Qoca iblis, burada iblis özünü qoca adlandırır, yəni böyük iblis adlandırır. Türklər deyilir qoca. Böyük iblis adlandırır özünü, qoca iblis. Deyir, bir gün gələr, sən də iblisin əlində, yəni oyuncağa çevrilərsən. Sən də iblisin avludakilərindən birinə çevrilərsən. İblis o böyük qüdrət, özünü atəşli müəmma adlandırır. Deyir, iblis o böyük qüdrət, o atəşli müəmma. Bir gün sən də kəndinə eylər kölə, amma heyhat olamaz dərdinə bir kimsədən imdad. İmdadə qoşsa fəqət ah ilə fəryad. Deyir, yəni o iblis ki, hamının deyir, bütün dünya üzərində öz hökmünü salıb. Deyir, sən
Ola bilər ki, bir gün sən özün də iblisin bir dəqiqə. Hə, deyir bir gün elə olar ki, sən özün də iblisin köləsinə çevrilərsən. Amma deyir o vaxt sənin artıq imdadıva heç kim yetişməyəcək. Ancaq deyir imdadıva ah ilə fəryad, yəni ancaq ah və fəryad eləyə bilərsən də, sənin imdadıva heç kim yetişə bilməz. Ridasının ətəklərini Arifin üzünə sürür, laubali qəhqəhələrlə çəkilib gedir. Bu hissədə fikir veririk ki, iblis neynir? Öz ridasının, yəni paltarının ətəyini Arifin üzünə sürür, ona toxundurur, amma Arif yenə də iblisi görməyib. Sadəcə Arif artıq iblisi hiss eləyir. Yəni o bir toxunuş olur da, hiss eləyir və Arif şaşqın və sinirli bir tevr ilə saçlarını qarışdırır, içəri girməkdə olan ixtiyara həyəcanlı və müstərib şəkildə gəl bana, gəl eylə mənim dərdimə çarə. Arif artıq şaşqın bir şəkildə axı onun üzünə dəymişdi iblisin libası. İblisi yenə görməyib, sadəcə ona nəsə toxunduğunu hiss eləmişdi və ixtiyar da bilirsiniz Xavərin babası içəri girir bu hissədə. Arif ona deyir ki, gəl deyir, mənim dərdimə bir çarə tap. İxtiyar da deyir ki, oğlum, mədəni aləmi nifrətlə buraxdın, gəldin şu cədəlsiz bədəvi aləmə çıxdın. Deməli, insandakı haqsızlığı, zülmü unut artıq. Qəlbindəki nifrətləri, vəhşətləri yıx. 100 bin deyil iblisə uyan həb bəşəriyyət, etmiş bugün ev yıxmağa, qan içməyə adət. Arif, unut oğlum, unut artıq, bəni dinlə. Sən kəndini məhv eləyəcəksin bu gedişlə. Deməli, ixtiyar burada neynir? İblisə deyir ki, sən deyir, bu işdən əl çək də. Elə bil ki, axı, ixtiyar heç kimi görməmişdi, ixtiyara heç bir toxunuş olmayıb, ixtiyar bilmir, iblisdən xəbəri yoxdur. Amma Arifə iblis toxunub və bunun nəticəsində Arif deyir ki, gəl mənim dərdimə çarə elə. İxtiyar deyir, yəni nə oldu? Yenə gözünə nəsə göründü sənin. Yəni deyir, da bunların başını burax da dəli olasın deyir axırda. Bu şeylərin deyir boş ver. Day həqiqət axtarışını burax. Bu deyir sən bununla bir yerə gedib çıxa bilməyəcəksən. Yəni deyir sənin bu həqiqət axtarışın puç bir axtarışdır. Çünki deyir 100 bin deyil iblisə uyan, həb bəşəriyyət. Deyir bütün bəşəriyyət iblisə uyub. Yəni 100 bin deyil, 200 min deyil, bütün bəşəriyyət iblisə uyub və sən deyir bu axtarışınla bir yerə gedib çıxa bilməyəcəksən. Özün də deyir puç olacaqsan deyir. Bu dəli olacaqsan deyir axırda. Bu deyir axtarışdan vaz keç, sən kəndini məhv eləyəcəksin bu gedişlə. Aha. Bu sırada dəhşətli göy gürültüsü olur. Deməli, gürültü ilə bərabər iblisin qəhqəhələri eşidilir. İxtiyar məyus və düşüncəli bir halda qülbədən çıxır. Arif əli alnında olaraq gürültü və qəhqəhələri ilə dinlər. Eyni zamanda səhnənin işığı azalır. Deməli, bu hissədə artıq ixtiyar oradan çıxandan sonra, otaqdan çıxandan sonra iblisin qəhqəhələri Arifin qulağına eşidilir. Deməli, iblis çıxır, Arif deməli, əli alnında gürültü və bu gülüşləri dinləyir. Arif fəsini qoyaraq, baş geyimidir fəs, başına qoyaraq şaşqın bir şəkildə, yəni təəccüblənmiş bir şəkildə, kimsin, nəçisin, söylə nədir fikir məramın? Arif artıq bu hissədə iblisi görür. Bundan əvvəl iblisin heç bir monoloqunda Arif iblisi görməmişdi. Sadəcə bir dəfə hiss eləmişdi. Burada artıq Arif iblisi görür. Kimsin, nəçisin, söylə nədir fikir məramın? Nereden geliyorsun, neymiş şöhrət namın? Arif artıq iblisdən soruşur ki, deyir, sən kimsən, nəçisən, nədir sən əməlin, nədir sən məqsədin, niyə gəlmisən, kimlərdənsən deyir. İblis də məğrur qəhqəhələrlə, yəni özündən razı bir şəkildə, mən şimdi bir atəş fəqət əvvəlcə mələkdim. Həb xaliqə təsbih idi, təhlil idi virdim. İlk öncə mələklər bəni təqdis ediyordu. Adəm kimi bir sayğısız axır ləkə vurdu. Alçalmadı, yüksəldi fəqət şöhrətünü şanım. Allah ilə bir zikr edilir namü nişanım. Deməli, artıq iblis burada deyir ki, məğrur qəhqəhələrlə özündən razı bir şəkildə deyir ki, mən indi deyir bir atəşəm. Və burada iblis özünü Arifə tanıdır. Bundan sonra birdən də tanıtması olacaq. Ona da fikir verin. Fikir verəcəyik. Bu hissədə əsas yadınıza saxlayın ki, bu Arifə tanıtmasıdır. Özünü Arifə tanıdır və deyir ki, mən indi bir atəşəm, özünü atəş adlandırır. Fəqət əvvəlcə mələkdim. Əvvəl özünün mələk olduğunu, xaliqə təsbih idi. Əvvəl Allaha təsbih elədiyini, yəni Allah qulluğunda durduğunu, ona səcdə etdiyini bildirir. İlk öncə deyir, mələklər bəni təqdis ediyordu. Adəm kimi bir sayğısız axır ləkə vurdu. Alçalmadı, yüksəldi fəqət şöhrət şanım. Allah ilə bir zikr edilir namü nişanım. Deyir,
Adəm kimi bir sayğısız, estağfurullah, mənə deyir ləkə vurdu. Amma deyir, əvvəl deyir mən Allaha təsbih eləyirdim. Allaha səcdə eləyirdim. Aha. Amma deyir indi artıq bu ləkədən sonra mən onlara təsbih eləməkdən yayındım və deyir hal-hazırda yayındım, mənə ləkə vuruldu. Amma deyir o ləkədən sonra da mən alçalmadım. İndi də deyir daha da şanım, şöhrətim yüksəlib və Allahla bir zikr edilir namı nişanım. Allahla mənim adım bir zikr edilir. Necə ki məsəl üçün duaya başlayanda deyirik Bismillahirrahmanirrahim. Minəşşeytanirracim. Bismillahirrahmanirrahim deyirik. Minəşşeytanirracim. Bismillahirrahmanirrahim deyirik. Orada deyəndə Bismillahirrahmanirrahim, yəni Allahın adı ilə deyirik. Həm də minəşşeytanirracim. Yəni şeytana lənət oxuyuruq. Şeytandan qorunmaq istəyirik. Bax orada məsəl üçün həm Allahın adını, həm də bir çox əslində surələrdə həm Allahın adını, həm də şeytanın adını, iblisin adını birlikdə çəkirik. Bunu iblis özünə bir fəxr olaraq görür, bunu özü üçün yaxşı bir şey olaraq görür, amma əslində elə deyil. Biz Allahın adı ilə deyirik, iblisə də lənət oxuyuruq o hissədə, amma yenə də Allahın adı ilə adı bir yerdə çəkildiyinə görə fəxr eləyir iblis. Arif deyir ki, artıq yetişir anladım, izaha nə hacət. Deməli, burada bu hissədə deyə bilərəm ki, Arifin iblislə olan diyaloqudur bu artıq. Arif deyir ki, artıq yetişir anladım izaha nə hacət. Qarşımdakı iblis imiş, eyvah nə dəhşət. Həp qəhr oluyorkən şu cihan xain əlinlə. Bilməm, nəyə gəldin, bana söylə. Arif iblisə deyir ki, artıq yetişir anladım izaha nə hacət. Deyir, day bundan artıq izah eləmə. Mən anladım ki, sən iblissən ki, qarşımdakının kim olduğunu deyir, anladım. İblisin qarşısında olmağın dəhşət olaraq görür və deyir ki, həp bu cihan, yəni bu dünya sənin əlinlə kahr olur, yəni puç olur deyir, qəhr olur və deyir, bilmirəm, bura niyə gəlmisən indi deyir, məqsədin nədir bura gəlməkdə? İblis də ona deyir ki, baxdım əziyor ruhunu həp qeydi əsarət, gəldim edeyim səni ta hürriyyətə dəvət. Baxdım səni məhv etmədə bin dürlü xəyalət, gəldim verəyim qəlbinə bir nuri həqiqət. Bir dəqiqə. Bir nuri həqiqət. Yəni deyir ki, Arifə açıqlama olaraq deyir ki, səbəb olaraq deyir ki, mən səni hürriyyətə dəvət eləmək üçün gəlmişəm və gördüm ki, sənin ruhun əzilir, yəni suallar içində qalmısan. Gəldim ki, sənin qəlbivə nur və həqiqət verim. Arif bu hissədə, görürsünüz 3 nöqtə qoyulan hissə ixtisar hissəsidir. Düzdür, ixtisarlar orijinaldan düşmür iblis bizim imtahanımıza. Lakin yenə də qeyd edeyim əsəri anlamaq üçün ki, Ariflə iblisin dialoqu olur. İblis Arifə altun və quruşun deməli təklif eləyir. Arif isə bunu qəbul eləmir və sonra deyir ki, hayır, çəkil işdə açıq yol. Haydi deyir, çəkil işdə açıq yol deyir. Mən yəni heç bir təklifi qəbul eləmir, altını qəbul eləmir. Deyir, get, yəni mən sənin təklifi qəbul eləyən deyiləm. Get, açıq yolun açıqdır. Fəslini bir tərəfə atıb, başındakı geyimi bir tərəfə atıb, əsəbi hallar keçirir, səhnə aydınlaşır. Xavər, gəlir həyəcan və təlaş ilə. Söylə Arif, aman, nə oldu yenə? Yenə kimlər göründü gözlərinə? Baxın, deyir, yenə kimlər göründü gözlərinə? Xavər gəlir. Yəni buradan anlaya bilərik ki, yenə deməyindən anlaya bilərik ki, yəni daha əvvəl də Arifin gözünə kimlərinsə görünməyinə şahid olublar Xavərgil, yəni ətrafındakılar. Deyir, yenə kimlər göründü sənin gözləri və nə olub? Arif də deyir ki, heç sorma Nazənin Xavər, bəni məhv etdi istirab-ı kədər. Onu qolları arasına alır, Xavərə deyir ki, yəni heç soruşmadı, yəni mən kədərdən, qəm-qüssədən bir təhər olmuşam, onu qucaqlayır və deyir, sən də olmasan heyhat, bəni bir gün boğar bu şuqanlı həyat. Ah, o gözlər, bilir misin nə diyor? Deyir, yəni bir gün sən də olmasan, mən deyir, bu həyat boğar deyir, mən ölərəm deyir, mən sənlə yaşayıram. Yəni özünün səbr eləməsinin, yaşamasının səbəbi kimi bir növ Xavəri göstərir və deyir ki, sənin gözlərin bilirsənmi mənə nə deyir? Xavər deyir ki, nə diyor, söylə. Xavər deyir ki, mənim gözlərim sənə nə deyir yəni? Arif də deyir ki, ruhu cəzb ediyor, söylüyor əski xatiratı bana, sanki qarşımdadır o gözəl rana. Arif də deyir ki,
Sənin gözlərin məni keçmişə aparır. Sanki deyir, sənin gözlərində Rəananı görürəm. Rəananı xatırladır deyir sənin gözlərin mənə. Bu sırada ixtiyar ilə bərabər İbn Yəmin, Rəana, Zənci Çavuş və bir əsgər əlində ufaq bir çanta ilə daxil olurlar. İxtiyar bilirik, Rəananın, Xavərin babası, İbn Yəmin həmin ərəb, Rəana bildiyimiz Rəana, yəni qadın obrazlarımızdan digəri, Zənci bir çavuş və bir əsgər içəri daxil olurlar. Əlində küçük bir çanta ilə. Arif diqqət və heyrətlə ətrafa baxır və birdən Rəana onun diqqətini çəkir və deyir ki, deməli, və deyir ki, ah, o Rəana, Nazənin Afət. Rəananı tanıyır və deyir, Rəanaya reaksiya bildirir. Xavər deyir, yenə bir şey mi oldu Arif? O fikirləşir ki, yenə gözünə kimsə görsənib. Arif evet, Rənaya yaxınlaşır, Xavərə evet deyib Rənaya tərəf yaxınlaşır və deyir, söylə Rəna mı isminiz? Rənanı tanıyır və ona deyir ki, sizin adınız Rənadır, yəni dəqiqləşdirmək üçün. Rəna da Arifin əlindən yapışır və heyrət və sevinclə deyir, Arif. Rəna da artıq Arifi tanıyır. İbn Yəmin Arifi süzür və ətrafa, qırağa baxaraq bir növ adamlar oluyor, dodaqaltı danışılır. Dodaqaltı bir şəkildə bizə əngəl olmasın şu hərif deyir. Yəni bu Arif deyir bizə əngəl olmasın. Görür ki, Arif Rənanı tanıdır, Rəna ilə Arif tanış imişlər və deyir bizə əngəl olmasın bu hərf, birdən yolumuzda nəsə problem yaratmasın. Arif deyir ki, bu gəliş əfv edərsiniz. Nereden? İbn Yəmindən soruşur ki, deyir, hardan gəlmisiniz? İbn Yəmin də deyir ki, laubali bir şəkildə, yəni özündən razı bir şəkildə səhnəyi hərbdən, mücadilədən. Bu da deyir ki, biz hərbdən, mücadilədən, müharibədən gəlmişik. Arif də acı bir təbəssümlə bir fəzilətsə öldürüb ölmək, canavar bizdən əşrəf olsa gərək. Arif də ona deyir ki, əgər öldürüb ölmək bir fəzilətsə, bir necə deyim, qürur mənbəyidirsə, yaxşı bir şeysə, canavar gərək bizdən daha şan şöhrətli olsun da, onda canavar bizdən daha yüksəkdir. Yəni canavar axı qoyun quzuları ilə canavar cəmaatı yeyən falan talayan deyir. Onda gərək canavar bizdən daha deməli necə deyim, yaxşı olsun da bu işdə. Sonra burada qoşa nöqtə verilib, yenə qoşa nöqtə deyirəm, 3 nöqtə verilib, həmin bu hissədə də ixtisar var. Burada o ixtisar hissəsində qısaca desəm, Ariflə İbn Yəminin polun, yəni şey olur, dəyişməsi olur. Həmin hissədə Rəana Arifin uşaqlığından danışır İbn Yəminə, yəni onun uşaqlığının necə keçdiyindən danışır. İxtiyar ondan sonra gəlir bu hissədən sonra, onun qolundan tutaraq, Arifin qolundan tutaraq, Arif, oğlum, burax münaqişəyi, gəl işim var səndən deyir. Xavərin babası İxtiyar gəlir Arifin qolundan tutur və deyir, bu mübahisəni burax da çox mübahisə elədin, gəl səndən bir işim var. Sonra İbn Yəmin dışarıda pəncərə önündə çavuşa baxaraq, sonra Ariflə İxtiyar gedirlər. İbn Yəmin çavuşa baxaraq pək düşündün, nə var deyir. Həmin o yanında gələn, burada təsvir eləmişdik, çavuşla gəlir. Aha, baxın, çavuş, zənci çavuşla gəlir İbn Yəmin. Çavuşa baxaraq İbn Yəmin deyir ki, çavuş düşüncəli idi. Deyir ki, bəs nə olub deyir, çox düşündün, çox fikrə getdin deyir, nə olub? Çavuş da deyir ki, bəyim hər şey deyir, hər şey olub. Olmayan şey qalıb ki, bir bəla işdə gördüyün Arif. Çünki Rənaya pək yaxın şu hərif. Daha müthiş bəla bizim əskər, qorqarım cümlə sirri faş eylər. Bizi görmüş də çünki Rənanın babasını qətl edən zaman xain. Deyir ki, İbn Yəmin soruşur ki, nə olub? Niyə belə fikrə dalmışam çavuşdan? Çavuş da deyir ki, çavuş İbn Yəminin köməkçisidir, bir növ belə yadda saxlayın. O da deyir ki, bəyim hər şey olub deyir. Birinci problem bu Arifdir ki, Rənaya çox yaxındır deyir, belə baxıram ki. İkinci ən böyük problem də, ondan daha böyük problem də bizim əskərimizdir. Burada yenə həmin bu səhnədə remarka hissəsində təsvir olunmuşdu. Çavuş və bir əskərlə gəlirlər. Həmin bu əskər nəzərdə tutulur. Deyir ki, və bu əskər deyir, daha böyük problemdir bizim üçün. Çünki deyir, o Rənanın atasını İbn Yəmin öldürmüşdü. Deyir, İbn Yəmin, yəni deyir, sən Rənanın atasını öldürəndə əskər görmüşdü deyir. Birdən deyir, qorxuram ki, gedər kiməsə deyər, sonra problem yaranar bizim üçün. Belə. Arif sağ tərəfdən daxil olur və onları dinləyir. Arif də sən demə, həmin bu diyalog, bunlar danışan zaman Arif bunları dinləyirmiş. Bunların dialoqu zamanı İbn Yəmindən çavuşu dinləyirmiş və eşidir ki, İbn Yəmin Rənanın atasının qatildir. Şimdi Rənanın atasının qatilinin İbn Yəmin olduğunu Arif eşidir. İbn Yəmin kafasını oynadaraq istehsalı təbəssümlə böyük ordu, bir yığın insan bənim uğrumda oldu həq qurban. Keyfə sərf eylədim də milyonlar, yenə devlətcə etibarım var. Ben kimim? Ərəb. Nə zənn etdin? Bir çocuktan mı qorxar İbn Yəmin?
İbn Yəmin Opşun burada biraz lovğalıq eləyir və deyir ki, yəni mən deyir mənim uğrumda bir böyük ordu, bir yığın insan məhv olub, qurban olub. Bu yadınızda saxlayın. Bu hissə İblisin yox, İbn Yəminin nitqidir. Hə, deyir bir böyük ordu, bir yığın insan mənim uğrumda qurban olub. Keyfə çox milyonlar sərf eləmişəm, amma yenə də dövlət qədər, yəni bir dövlətcə etibarım var deyir yenə də. Mən deyir kiməm? Ərəb, öz dili ilə ərəb olduğunu bildirir. Nə zənn elədin deyir. Bir çocuqdan mı qorxar İbn Yəmin deyir. Mən boyda indi bu boyda İbn Yəmin özünü tərifləyib axı. Deyir bir uşaqdan mı qorxacam? Bunu da həmçinin oxşar cəhət kimi götürə bilərik. Müsbət Fəxrəddin faciəsindəki Rüstəm bəylə oxşar götürə bilərik. Hansı ki, Rüstəm bəy də Fəxrəddinin ağzından süd iyi gələn cavan adlandırır və ondan qorxmadığını bildirir. Burada da həmçinin iblis bir çocuqdan mı qorxar İbn Yəmin deyir. Oxşar cəhət kimi götürülə bilər. Rəna şaşqın və həyəcanlı, ah babam, bir də anlı şanlı babam. Bir dəqiqə, buranı oxumadım. Nəysə, İbn Yəminlə çavuş danışırlar, belə İbn Yəmin öz fikrini bildirir və bunlar gedirlər. Ondan sonra işıq azalır, ağsaqqallı, möhtəşəm simalı bir Miralay xəyalı görünür. Yəni bir ağsaqqal Rənanın atasının ruhu görünür Rənanın gözünə. Rəna şaşqın və həyəcanlı bir şəkildə, təəccüblü və həyəcanlı bir şəkildə, ah babam, bir də anlı şanlı babam, intiqam almadan inan yaşamam. Rəna atasına deyir ki, atasının ruhuna deyir ki, deyir mən gözəl babam, yəni gözəl atam, dəyərli atam, mən sən deyir intiqamı almamış yaşamayacağam. Rəna burada intiqam deməli hissi ilə alışıb yanan bir obraz kimi görürük Rənanı. Bunu da hansı ki İsmətlə oxşar götürə bilərik. İsmətlə oxşar götürə bilərik. Ana faciəsində, Hüseyn Cavidin ana faciəsindəki İsmətlə oxşar götürə bilərik. İntiqam hissi ilə alışıb yanırdı. Əlbəttə ki, eyni şəxs deyil. O atasının intiqamı ilə alışıb yanmırdı, amma intiqam hissi ilə alışıb yanan ümumiyyətlə obrazlar desək, ana faciəsindən yenə Hüseyn Cavidin ana faciəsindən İsmət, sonra Müsbət Fəxrəddindən Mələk obrazını deyə bilərik. Sonra Müsbət Fəxrəddindən Rüstəm obrazını deyə bilərik, hansı ki, intiqam hissi ilə alışıb yanan obrazlarımız. Sonra Müsbət Fəxrəddin faciəsindən yenə Hacı Muradı deyə bilərik. Düzdürmü? Nə gözəl yazdım. Sonra başqa kimi deyə bilərik? Bir də Müsbət Fəxrəddin faciəsindən yenə Əhmədi deyə bilərik. Belə. Həmçinin Şahmar da bura daxil ola bilər ki, bunlar intiqam hissi ilə alışıb yanan obrazlarımız indiyə qədər keçdiyimiz əsərlərdən, həmçinin bu əsərdə də Rəna atasının intiqam hissi ilə alışıb yanan bir obraz kimi təsvir olunur. Atasının xəyalı da mühib və ağır bir ahənglə, sakit bir səslə intiqam, intiqam deyir və çəkilir. Arif aman bu nə hal? Amma Arif Rənaya deyir ki, aman bu nə hal? Deyir, niyə bu günə düşmüsən? Rəna da deyir ki, babamı kim bulursa qatilini, atamın deyir qatilini kim tapsa, mən ona səcdə eylərim ələni. Bəni çöllərdə gəzdirən bu duyğu, intiqam eşqi, həp bu yalnız bu. Rəna da Arifə deyir ki, məni çöllərdə gəzdirən deyir, yəni məni düşündürən duyğu, bu narahat eləyən hiss yalnız atamın intiqam hissidir. Kim deyir mənim atamın qatilini tapsa, mən ona səcdə eləyərəm, yəni onunla bir yerdə olaram. Arif də deyir ki, görünür sizcə, bəllidir qatil. Arif də deyir ki, səncə deyir, yəni sizcə bilirsiniz qatil kimdir, yəni xəbəriniz var qatildən. Rəna deyir ki, xeyr, əsla bilinmiyor o səfil, diyor İbn Yəmin. İbn Yəmin Rənaya deyir ki, inan bana sən, bulurum nerede olsa qatili mən. Rəna deyir ki, Arifə, yox deyir, o qatilin, səfilin kim olduğu bilinmir. Amma deyir, İbn Yəmin mənə deyib ki, söz verib ki, yəni narahat olma, mənə inan, harda olsa o qatili mən tapacağam. Yazında saxlayın, İbn Yəminin bu nitqi İbn Yəminin öz dilindən yox, Rənanın dilindən verilir. Arif deyir, bəncə bir hilədir bu, dinləməyin. Arif də deyir ki, məncə deyir bunun elədiyi, axı Arif eşitmişdi onları. Arif də deyir ki, məncə bu bir hilədir, onu dinləməyin. Bu sırada Vasiflə arkadaşı küçük zabit silahsız olaraq yaralı bir Rus zabitini gətirirlər. Bu sırada Vasif zabit, küçük zabit, yəni Vasifin qardaşı zabit və bir deməli Rus zabitini ikisi birləşib gətirirlər. Və nəticədə Arif deyir ki, Vasifə və küçük zabitə baxıb deyir ki, ah nə münis, nə mərhəmətlisiniz, nerede rast gəldiniz şu zabitə siz? Elə bir ki, bu Rus zabiti idi, bunlar da Türk tərəfi idi və
bu düşmənin elə bir yaralı bir düşməni gətiriblər də sağaltmaq üçün. Arif də deyir ki, siz deyir necə mərhəmətlisiniz, düşmənə belə mərhəmət eləyirsiniz də, yəni onu buraxmırsınız. Vasif buradan bilə bilərik ki, mərhəmətli bir obrazdır. Və deyir ki, harda rast gəlmisiniz bu zabitə? Vasif də deyir ki, pək yaxınlarda, yol kənarında. Baxdıq əhvalı xeyli pəjmürdə. Deyir, bu yaxınlarda bir yerdə rast gəldik buna və biz deyir ona kömək eləmək istədik. Kiçik zabit deyir bir əsir işdə düşmən olsa belə yenə lazım müavinət edilə. Bu nitqi də yadınıza saxlayın. Vasifin yox, kiçik zabitin nitqidir bu da. O da deyir ki, yəni düşmən də, yəni düşmən belə olsa gərək mərhəmət olsun bizdə. Kiçik zabit deyir ki, Türk ordusu ətrafa bugün həmlə edərkən İranə və Qafqaza imdada gedərkən, Rus ordusu durmaz çəkilirkən önümüzdən, Vasif, nə rəvadır ki, şu parlaq günümüzdən feyz almayaraq biz olalım qəflətə mail, satamaz millət şəxsiyyətə aqil. Kiçik zabit də deyir ki, yəni İrana bu nitqindən anlayırıq ki, deməli, Türk ordusuna Rus ordusu Türk ordusunun qarşısında dura bilmir. Ona qarşısında yəni bir növ tab gətirə bilmir. Türk ordusu ətrafı bugün həmlə edərkən, İranə və ya Qafqaza imdada gedərkən deməli Rus ordusunun İrandan və Qafqazdan kömək istəməyini də burada bildirir. Sonradan Vasif ani bir düşüncədən sonra kəskin və şiddətli bir səslə Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət deyir. Bu hissədə sırf elə bir ki, əsərin ideyası kimi götürülən Vasifin nitqidir. Bu nitqi mütləq yadınıza saxlayın. Vasifin nitqidir, əsərin ideyası kimi götürülür bir çox yerlərdə. Belə, bu sırada səhnənin işığı azalır. Əslində, birinci pərdə burada bitmir. Lakin ixtisarla belə verilib. Anlamağınız üçün deyim. Bu hissədə Arif elə bir ki, axı İbn Yəmin Rənanın atasını öldürdüyünü bilir. Deyir, yəni birdən İbn Yəmin Rənaya da pislik eləyər. Ona görə Rəna buradan çıxandan sonra Rənanın arxasınca gedir. Qaçır Rənanın arxasınca ki, Rənanı İbn Yəmindən qorusun. Onun arxasınca gedir. Ondan sonra artıq ikinci hissəmiz başlayır. Ərəb zevqində uyğun süslü bir salon. Deməli, iblis xidmətçi ərəb qiyafətində, ərəb deyəndə kim yada düşür? İbn Yəmin. Deməli, İbn Yəminin evində başlayır ikinci pərdəmiz. İblis İbn Yəminin evində idi. İblis xidmətçi qiyafətində idi. Ötəyi bəriyi düzəldir, oran-buran düzəldirdi. Bu sırada Arif sağ qapıdan girər. Rənanın qapıyı deməli qapayıb getdiyini görüncə büsbütün şaşırır. Deməli, burada da həmçinin ixtisar verilib. Bu hissədə necə olur? İblis ərəb qiyafətində, ərəb xidmətçi qiyafətində, ərəb evində, yəni İbn Yəminin evində idi. Bu hissədə İbn Yəmin Rəna ilə nişanlanmaq, daha doğrusu kəbin kəstirmək istədiyini bildirir İblisə. İblis də deyir ki, bəs Rənanın bundan xəbəri varmı? O da deyir ki, yoxdur, bəs Rənanın bu işdən xəbəri yoxdur, heç bilməsinə də gərək yoxdur deyir, Rənaya demə. İbn Yəmin İblisə deyir ki, yəni Rənanın bu işdən xəbəri, mənim ondan kəbin kəstirmək istəməyimdən xəbəri yoxdur. Heç Rənaya da demə. Rəna çünki bilsə qəbul eləməyəcəkdi. Niyə? Çünki Rəna demişdi ki, atamın qatilini kim tapsa, mən onunla bir yerdə olacam da, onunla bir olacam. Amma yəni bunu Rəna bilsə qəbul eləməyəcəkdi əlbəttə ki, çünki İbn Yəmin elə atasının öz qatili. Düz Rəna bunu bilmirdi, amma yəni yenə də qatil tapmamış biri olaraq Rəna İbn Yəminə evlənmək istəməyəcəkdi, kəbin kəstirmək istəməyəcəkdi. Ona görə İbn Yəmin İblisə deyir ki, sən bəs kəbin kəstirmək istədiyimi Rənaya demə, amma İblis bir yerdə durarmı? Durmaz əlbəttə ki. Gedir bunu Rənaya deyir. Rəna əsəbləşir, özündən çıxır və deyir ki, mən gedib İbn Yəminlə danışacağam da, yəni belə elə. İblis də deyir ki, sən narahat olma, mən özüm danışaram İbn Yəminlə. Yəni bir şəkildə İblis də indi Rənanı razı sala bilir və Rəna yola düşür İbn Yəminə qarşı sənədlər yığmağa ki, İbn Yəmini tuttursun. Bundan sonra da deməli bu hissədə də artıq Arif gəlir, qapıdan içəri girir. Elə Rənanı sənəd toplamağa gedəndə qapının çarpmasını Arif arxadan görür və İblislə Arifin dialoqunu görürük burada. İblis deyir, söylə, nədir dərdin? Aydın söylə. İblis Arifə deyir ki, dərdin nədir?
açıqdır. Arif də deyir ki, mərhəmət qıl da, aman lütf elə, söylə Rənaya ki, Arif gəlmiş. Deyir, biraz mərhəmət elə, lütf elə Rənaya de ki, Arif gəlib. İblis də deyir ki, anladım dərdini, lakin bu zor iş. Deyir, dərdini anladım, amma deyir, bu çətin bir işdir. Yəni sənin bunu bacarmağın çətin bir işdir Rəna ilə danışmağın. Ona nail olur ancaq onlar ki, ovucular dolusu altını var. Deyir, Rənaya o insanlar layiq olar ki, onların ovucular dolusu altını var. Arif deyir, bəndə yox altın əzizim, zira uymamış sərvətə könlüm əsla. Deyir, məndə altın, qızıl yoxdur. Sərvətə, var-dövlətə könlüm heç vaxt uymayıb. İblis yarım qəhqəhəli şəkildə altının yoxsa silahın var ya, bəni öldür də qavuş sonra ona. Nəyə daldın? Niçin oldun məyus? İblis də deyir ki, altının, qızılın yoxdursa, silahın var, məni öldür, bundan sonra deyir. Rənaya qovuşarsan. Niyə deyir məyus oldun? Niyə çöhrən soldu? Arif də deyir ki, çünki yox bir şeyim, əfsus, əfsus. Arif də deyir ki, yəni heyf ki deyir, o da yoxdur da, məndə silah da yoxdur. İblis deyir ki, bir şeyin yoxsa da könlün var ya, bana ver könlünü. Deməli, İblis də deyir ki, yəni heç nəyində yoxdursa, könlün var, mənə könlünü ver. Deyir, bəli, arıcılıq necə oldu? İblis Arifdən birinci altın, sonra silah, sonra isə könlünü istəyir. Lakin Arif bunların heç birindən razılaşmır və masa üzərində şərab qədəhini yakalar. Ah aman, bir içim olsun bana su. Deməli, Arif masanın üzərindəki şərab qədəhini, yəni şərab içməmək üçün qədəhi yaxalayır. Ondan sonra onun içinə su tökmək istəyir. Hətta o dərəcədə, yəni şərab qədəhindən şərablı olmasın da su. Belə təmiz biri idi Arif. Deməli, deyir ki, mənəvi təmizdə, yəni təmizkarlıq baxımından təmiz yox. Deyir, mənə bir içim su istəyir Arif İblisdən. Həmçinin burada su hissəsini görürsünüz, yazmışam Qanpolad, Fəxrəddin və Arif üçün oxşar cəhət götürmüşəm. Qanpolad və Fəxrəddin yadda saxlayın ölüm anında su istəyir. Arif isə belə əsərin özündə su istəyən obrazımız. Yəni Arif ölüm anında su istəmir. Lakin su istəmək baxımından, əsərdə su istəmək baxımından Qanpolad ölüm anında su istəyirdi. Fəxrəddin yenə ölüm anında, yəni hansı ki dayı həkim bir çarə qıra bilməz, mənə su verin deyir. Arif də həmçinin bu hissədə İblisdən su istəyir. İblis sürahiyi alıb qədəyi rakı ilə doldurur. Rakı nədir? Rakı görmüş olarsınız, bəlkə də eşitmiş olarsınız, bir içki növüdür. Alkollu, spirtli bir içki növüdür rakı və su əvəzinə onun stəkanı hətta şərabdan belə yaxaladığı stəkanı su əvəzinə rakı, spirtli içki doldurub verir. Susundan yaran birini Arifə. Arif yarıya qədər içir, üz gözünü bürüşdürür, yəni belə diksinir və eyvah, nə dəhşət yahu, su deyil, səmli bir atəşdir bu. Deyir, yəni bu su deyil, bu bir atəş kimdir, səmli bir atəş adlandırır rakını, yəni o spirtli içkini. Deyir, bu su deyil. İblis başqa bir şüşədən böyük bir qədəh dolusu şərab verir Arifə və deyir, fəqət bu tatlıdır, al iç. Şərab axı spirtli içkidən nisbətən şirin olmalıdır. Deyir, o turşuydu, bu şirindir. Deməli, həm spirtli içki verir, rakı verir, həm də şərab verir, təklif eləyir. Nə? Rakı, şərab, su əvəzi, sudan başqa hər şey verir də, obşim. Bir stəkan su istəmişdi yazıq. Şərabı verir və Rəna bu hissədə əlində birkaç parça kağızla içəri daxil olur. Həmin kağızlar da demişdik, İbn Yəminin əleyhinə, İbn Yəmini tutturmaq üçün ona qəzəblənmişdi, kağızlar yığmağa getmişdi və həmin kağızlarla içəri daxil olur. Deməli, İblis deyir, şu kağızlar nə içindir yavrum? İblis Rənadan soruşur ki, bu kağızlar niyə, yəni kağız yığmısan? Rəna deyir ki, onu bunlar edəcəkdir məhkum. Onu deyəndə İblisi nəzərdə tutur. Deyir, İblis deyir, əstəğfurullah, İbn Yəmini nəzərdə tutur. Deyir, İbn Yəmini bunlar dustaq eləyəcək də, bunlar sayəsində tutturacağam. Arif deyir, əcəba kimdir o xain miskin? Arif deyir, yəni kimdən bəhs eləyirsən, kimi tutturmaq istəyirsən? Rənaya deyir. Rəna da deyir, səncə, pək bəlli hərif. İbn Yəmin. Deyir, səncə kimdir? Yəni, bəllidir ki, həmin insan İbn Yəmindir. İbn Yəmini tutturmaq istəyirəm. Arif deyir, bana ver şimdi o azğın canavar. Bulur əlbəttə cəza, qurtulamaz. Arif deyir ki, əlindəkiləri mənə ver, əlindəkiləri alır, Rənanın əlindəkiləri alır, sürətli addımlarla gəldiyi qapıdan çıxır. Deyir, mən indi o canavarı tutturacağam. Rənanın əlindəki kağızları alır və gəldiyi qapıdan çıxır. İbn Yəmin daxil olur bu hissədə içəri və Rənaya deyir ki, get gülüm, sonra məhəbbət edəriz. Artıq İbn Yəminin bu hissədə başına gələcəklərdən bir xəbəri yox idi, bilmirdi, yəni nə olacaq.
demək, başına gələcəklərdən xəbəri yoxdur. Elə bilir ki, Rəna hələ də bunun, yəni xəbəri yoxdur Rənanın heç nədən. Amma gizlin kəmin kəsdirməklə Rənanın artıq xəbəri olmuşdu. Nəsə, Rəna bir reaksiya bildirmir. Ariflə bərabər əl silahlı 2 kanun nəfəri içəri daxil olur. Ariflə bərabər 2 dənə, yəni polis içəri daxil olur və Arif İbn Yəmini göstərir. Tam kəndisi işdə. Ah qəddar. Deyir, budur, yəni günahkar. İbn Yəmin, lakin çəkilirmi bu həqarət? Silah çəkmək istəyir İbn Yəmin. Deyir, belə bir həqarət, belə bir təhqir çəkilər, silah çəkmək istəyir. Arif, bəllidir etdiyin xəyanət. Deyir, elədiyin xəyanət bəllidir. İbn Yəmini alıb götürürlər bu hissədə polislər, 2 nəfər polis. Arif deyir, xain yakalandı ən nihayət. Yəni deyir ki, axır ki xaini yaxaladılar, yəni tutdular polislər. İblis deyir yarım qəhqəhə ilə, eşq olsun, evet, böyük məharət. Arif'i alqışlayır bu işinə görə. Arif elə bil ilk şeyini eləmişdi. Arif deyir, Rəna hanı, söylə gəlsin. Arif soruşur ki, bəs Rəna hanı, Rənaya denən gəlsin. İblis də deyir ki, əfsus, bir zabitə uydu getdi. Bir zabitə uydu getdi deyəndə burada nə nəzərdə tutulur? Vasif var idi, hansı ki Arifin qardaşı olan, amma Vasifin Arifin qardaşı olduğundan Arifin xəbəri yoxdur. Çünki İstanbulda olarkən Ariflə Vasif qardaş idilər uşaq vaxtı. Bunların anaları, ataları ölür və bunlar bir-birlərindən ayrı düşürlər. Arif və Vasif bir-birlərindən ayrı düşürlər. Sadəcə bir-birlərinin adını görüblər. Adını eşidiblər, daha doğrusu adlarını bilirlər, lakin üzlərini görməyiblər. Heç biri yəni qarşı-qarşıya belə gəlirlər əsərdə görəcək, amma bir-birlərini tanımırlar. Sadəcə ad cəhətdən bilirlər. Filankəs, yəni Arif mənim qardaşımdır, Vasif mənim qardaşım. Sadəcə adlarını bilirlər, üzlərini görməyiblər. Arif ilə Vasifin hekayəsi də bu cürdür ki, uşaqlıqdan bəri ayrı düşmüşlər, bir-birlərini çox istəyirlər qardaş olaraq, amma tanımırlar bir-birlərini. Sadəcə qardaşıdır, etkin düşmüş qardaşıdır. Uşaqlıqdan bəri onu çox istəyir. Arif Vasifi, Vasif də Arifi. Nəsə, option bu hissədə yadınıza saxlayın. Həm Vasif Rənanı sevirdi, həm Arif Rənanı sevirdi və nəticədə option deməli, bu hissədə İblis deyir ki, əfsus bir zabitə uydu getdi. Arif soruşanda ki, Rəna hanı? İblis də deyir ki, bir zabitə uydu getdi. Zabit deyəndə də burada Vasifi nəzərdə tutur. Necə olub? Belə əvvəldən danışım. Rəna axı buradaydı, gəlmişdi. İblis Rənaya deyir ki, bir dəqiqə, beynim qarışdı. İblis Rənaya deyir ki, daha doğrusu İblis Vasifə deyir ki, bəs deyir, burada İbn Yəmin Rənanı deyir, Rəna üçün təhlükədir də deyir. Rənanı da götür, get buradan deyir. Vasif Rənanı götürür, gedir. İblis aranı qarışdırır da yenə. İblis Vasifə deyir ki, Rənanı götür, get buradan. Yəni İbn Yəmin Rəna üçün təhlükədir. Vasif Rənanı götürüb gedir. Ondan sonra Rənanı Arif görməyəndə aranı qarışdırmağına baxın İblisin. İblisə deyir ki, bəs Rəna hanı? İblis də deyir ki, bir dənə zabitə uydu getdi. Yəni onun sözünə ona qoşuldu, getdi. Daha demirəm, mən göndərdim ondan. Deyir ki, bir zabitə uydu getdi. Bu da deyir ki, deməli, Arif də onun sözünü kəsir, deyir, bildim, yetişir o bəlli bir yol. Dərhal dışarı fırlayır. Deyir ki, bildim, başa düşdüm, yetişir o bəlli bir yol, artıq bəlli deyəndə olacağı. İblis deyir ki, get, durma, istehsalı bir qəhqəhə ilə, fəqət yazıq, əmin ol, bəklər səni bir yığın cinayət, izlər səni bir yığın fəlakət. Deyir ki, get, dayanma, bu çıxandan sonra bu hissəni Arif eşitmir. İblisin bu monoloqunu Arif eşitmir. Arif deyir, bildim neyniyəcəm mən indi, yəni mən indi bilirəm neyniyəcəm. Həmin o zabitə, yəni Vasifə, amma bilmir əlbəttə ki, bu qardaş olduğunu, Vasif olduğunu. Heç adını belə bilmir həmin şəxsin. İblis deyir ki, get, dayanma, amma deyir, yazıqsan. Sən yazıq deyir. Əmin ol ki, səni bir yığın cinayət, yəni bir sürü cinayətə səbəb olacaqsan. Səni bir sürü fəlakət gözləyir və artıq keçirik 3-cü pərdəyə. 3-cü pərdədə səhnə ilk pərdədə olduğu kimi İxtiyar şeyxin çardağının qülbəsini göstərir. Şeyx dışarıda, çardağın altında təsbih çəkərək dalıb getmiş. Sonbahar öyle sisli hava, Arif fəssiz olaraq gəlir, Xavər ona doğru qoşar, yaxlaşdığı sırada birdən-birə küskün və şaşkın bir tevr ilə ürküb geri çəkilir. Burada əslində yenə müəyyən qədər bir ixtisar verilib. Bu hissədə əslində belə deyim, həmin bu
İxtiyar Şeyxin qülbəsində bir yaralı zabit var idi. Yaralı zabit burada əsərin əvvəlində də gördünüz remarka hissəsində tanıdanda yaralı zabit yazılmışdı ora. Həmin yaralı zabit kimdir? Rus ordusunda döyüşən bir türkdür. Bunun da yanında Xavər durmuşdu. Xavər bu yaralı zabitin yanındaydı. Onun halına acıyırdı. Bu hissədə 2 dənə türk zabiti gəlir və bu yaralı zabiti görür. Bunu casus bilirlər. Bunu öldürmək istəyirlər. Yəni deyirlər ki, bəs sən kimsən? Birinci soruşurlar, sən kimsən? Yaralı zabit də deyir ki, mən deyir bir türkəm. Əslində sizin dostunuzam. Amma deyir Rus ordusunda məcburi şəkildə döyüşürəm. Deyir mən türkəm, amma Rus ordusunda məcburi şəkildə döyüşürəm deyir türk zabitlərinə. Türk zabitləri də qayıdır bunu öldürmək istəyir ki, yəni sən bir türk olaraq türkə atəş açırsan. Yəni türk olaraq Rus ordusunda döyüşüb türklərə qarşı çıxırsan da, yəni bunu öldürmək istəyirlər. Bu hissədə deməli o həmin zabit də deyir ki, o yaralı zabit də deyir ki, mən deyir özümü öldürərəm. Burada həmin bu hissədə bir dənə ərəb gəlir və ingilislər İstanbulu ələ keçirdi deyib sevinir. Ərəb zabiti gəlir və ingilislər İstanbulu ələ keçirdi deyib sevinir bu türklərin yanında. Bu yaralı zabit də buna əsəbləşir və götürür tapança ilə bu ərəb zabitini öldürür. Bundan da elə bu hissədə həm İxtiyar Şeyx, həm də Xavər durmuşdu. Dəhşətə gəlirlər ki, nə oldu? Bu bunu öldürdü, bu gəldi, o getdi, bu bunu öldürdü. Da nə oldu ki, bu hardan başladı, harda qurtardı? Dəhşətə düşürlər. Burada hətta Xavərin bir monoloqu da var. Orada da deyir, yenə iblisə deyir, bütün bəşəriyyət deyir, iblisə uyub, iblisi yenə günahlandırır və bəşəriyyətin iblisə uyuduğunu deyir. Option bu bunu öldürür və türk zabitlərində o 2 dənə türk zabiti var deyə bu yaralı zabiti öldürmək istəyən xəyanətinə görə. Bunun hərəkəti bunların xoşuna gəlir. Hə deyir, sən bizə dostsan deyir, sən deyir biz tərəfdənsən də, yəni. Onu götürürlər, aparırlar türk ordusuna. Xavərlə İxtiyar Şeyxlər burada dəhşətə düşüblər. Option bu hissədə Arif gəlir. Xavər, bana bax, zavallı Xavər. Bir söylə nədir bu hali müztər? Arif deyir ki, bəs mənə bax deyir, nə olub? Yəni nə haldasınız? Niyə belə şaşırmısan? Axı qabağında adam ölüb Xavərlə İxtiyar Şeyxin. Deyir, bəs niyə bu haldasan? Arif görməmişdi amma bu səhnəni. Xavər deyir ki, qoşdum sana sevdiyimdən, amma baxdım ki, sevilməyənlər əsla layiq deyil olmağa həmaquş. Ürkütüm də çəkildim işdə məthuş. Xavər də deyir ki, mən səni sevdiyimdən sənə tərəf qoşdum. Baxın, deyir, Arif fəssiz olaraq gəlir. Xavər ona doğru qoşur. Yaxlaşdığı sırada birdən-birə küskün və şaşkın bir tevlə ürküb geri çəkilir. Xavər əslində qorxmuşdu və Arifə tərəf qaçır. Arifi qucaqlamaq istəyir bu qorxusundan. Qabağında adam ölmüşdü. Amma sonradan ürkür Arifdən də qırağa çəkilir. Deyir, mən sənə tərəf qoşdum, səni sevdiyimdən sənə tərəf qaçdım. Amma deyir, mən anladım ki, sevilməyənlər də heç vaxt qucaqlamağa layiq deyil. Yəni, sən məni sevmirsən. Sən məni istəmirsən deyir. Arif də deyir, dur qəlbimə bir də yaxma artıq. Arif fəqət intihara layiq. Arif burada özünü intihara layiq olaraq adlandırır. Bəndən babana salam dərsin. Gəlmişdi də, şimdi getdi dərsin. Arif deyir, dur deyir, qəlbimi yəni yaralama da. Mən deyir, səni istəyirəm. Niyə istəməyim ki səni? Bu hardan bu qənaətə gəlmişdi ki, sən məni istəmirsən? Yəni sən deyir, Rənanı istəyirsən də, məni istəmirsən. Sevilməyənlər qucaqlanmağa layiq deyil deyir. Arif də deyir ki, mənim qəlbimi narahat eləmə də, incitmə, mən səni də istəyirəm. Amma deyir, Arif artıq intihara layiqdir deyir. Özünü intihara layiq adlandırır, deyir, mən gedirəm. Sən deyir, atava, yəni məndən salam deyərsən, babana bəndən salam deyərsən, babana, yəni babada bildiyimiz babana salam deyərsən deyir və getmək istəyir. Xavər biraz da ona yaxınlaşır və deyir, yox getmə, babam gəlir bu saat, dur bir verəyim xəbər. Gedir, atasını deyir, bu dəqiqə atam gələcəkdə getmə, gözlə deyir, atama xəbər verim, gəlirəm, gedir atasına xəbər verməyə. Arif cibindən yarı dolu bir rakı şüşəsi çıxarır, yəni o iblisin buna verdiyi rakı var idi, hansı ki spirtli içki, rakı şüşəsi çıxardır cibindən. Normalda şərab stəkanını belə şərablı su olmasın deyə yaxalayıb içən Arif artıq iblisə uyaraq cibində spirtli içki gəzdirirdi. Of, qəmlərimə təsəlli ol sən. Bax, rakı şüşəsini içməmişdən qabaq deyir, yəni spirtə müraciət, həm spirtli içkiyə müraciətlə deyir ki, of deyir, qəmlərimə təsəlli ol sən. Hər dərdi unutmaq istərim mən. Deyir, sən deyir, mənim dərdlərimə təsəlli ol. Bütün dərdləri mən deyir, unutmaq istəyirəm. Bax, birinci
hissədə biz görmüşdük ki, Xavəri öz dərdlərinə, yəni, necə deyim, dərman kimi qiymətləndirir Arif. Deyir ki, yəni sənsən mənim, deyir, sən olmasan, deyir, mən neyniyərəm, deyir, bu acıların, təlaşların içində. Yadınıza gəlir, orada bildirmişdim. Burada da rakı şüşəsini, yəni spirtli içkini özünə həmdərd olaraq görür, yəni özünə təsəlli olaraq görür. Əvvəl Xavəri necə dəyişdiyini də görürsüz. Artıq burada Arifin xaraktercə necə dəyişdiyini də görürsüz. Ona iblisin təsiri ilə. Əvvəl Xavəri özünə yaxın bilirdisə, təsəlli bilirdisə, hal-hazırda bir spirtli içkini özünə təsəlli bilir. Son damlasına qədər içir, şişəyi bir tərəfə, şüşəni bir tərəfə atır onun şüşəsini, ətrafı süzdükdə gözünə ilişən tapancayı yerdən alır və qoşunlarına diqqət edir. Hansı ki, bu tapanca da nəyin tapancası idi? Bu bayaq dedimi, ərəbi yaralı zabit öldürür. Həmin ərəbin tapancası idi ki, yerə düşmüşdü. Bu tapancanı həmin səhnədə, yəni gedişatı anlayırsınız. Həmin tapancanı Arif götürür əlinə, başlayır onun içindəki qurşunları saymaq ki, görün neçə dənə qurşun qalıb içində. Burada məqsədini bilmirəm niyə sayır. Sonra deməli Arif səndələyərək gəldinmi deyir. Gəldinmi deyir. Burada deməli Xavər gəlir. Xavər gəlir, təəccüblü bir şəkildə, yəni Arifin əlindəki silaha falan baxır. Yəni həmçinin o içki də içmişdi. Təəccüblənir ki, Arif belə biri deyildi axı. Arif Xavərə deyir ki, gəldinmi? Xavər deyir, sərxoşmu nəsin? Gəl işdə əvvəl, məhv et bəni, olmayım da əngəl. Xavər Arifə deyir ki, yəni sən sərxoşsan, nəsən deyir, bu nədir əlində tapanca, yəni özün içkilisən, nə gündəsən də, yəni sən deyir, əvvəl belə deyildin. Gəl deyir, məni məhv elə. Mən sənə deyir, şey olmayacam, mane olmayacam. Bunlar dalaşırlar belə. Deyir, yəni öldürmək istənsə gəl məni öldür da, nə istəyirsən mənim canımdan. Arif də deyir ki, vəhşi bir hücumla boğazından yakalayıb boğur, iblis də alçaq və məmnun bir qəhqəhə ilə al, işte budur cavabın ancaq. Deməli, Arif vəhşi bir hücumla həm içkili idi, həm beyninə artıq iblis dolmuşdu, iblisin tabeliyinə keçmişdi. İlk cinayətini törədir və Arif Xavəri boğaraq, yadda saxlayın, həmin o qurşunlarını saydığı tapança ilə yox, yerdən tapdığı ərəb zabitinin tabancası ilə yox, boğaraq əli ilə öldürür və iblisin ilk, belə deyim, əməlinə uymuş olur Arif. Elə bundan əvvəl də zaten rakı içməklə uymuş idi. Burada ilk cinayət sayılır Arifin. İblis artıq Arifə o əsərin əvvəlində demişdi, sən də deyir bir gün kölə olacaqsan mənə. Amma deyir onda sən fəryad və ah və fəryaddan başqa heç kim deyir sən köməyivə çatmayacaq dediklərini bir-bir təsdiq eləyir iblis Arifin üstündə. Arif obşum iblisə alda olur və əvvəl özünə təsəlli bildiyi Xavəri özü boğaraq öldürür. Arifin dəyişiminin canlı şahidi oluruq burada. Deyir, al deyir, o deyir, öldür demişdi mən. Əlbəttə ki, bunu doğrudan gəl öldür mənasında deməmişdi, əsəbləşib demişdi. Bu da gəlir, deyir, al işte budur cavabın ancaq. Bunu öldürür, deyir, al işte budur sənin cavabın. Xavər istirab və dəhşətlər içində əbədi bir sükuta verir, yəni ölür. Sonra Xavərin babası İxtiyar gəlir, Xavərin cənazəsini görəndə, ah, o nə, eyvah, nə olmuş ona? Xavərin babası nəvəsini görəndə deyir, aha, nə olub ona deyir, yəni eyvah, niyə belədir? Məyus və şaşqın baxışlarla cənazəyə yaxınlaşır, qollarını köksündə çarpaz eləyir və titrək və acı bir fəryadla söylə, aman, söylə mələk Xavərim, kim, sana kim qıydı, aman, söylə kim? Bu da deyir ki, yəni gözəl mələk Xavərim deyir, sənə kim qıyıb? Amma əlbəttə ki, Xavər bu hissədə buna cavab vermir, çünki verə bilmir. Çünki Xavər ölmüşdü. Yəni necə cavab versin? Qucaqlayıb öpür, cənazəni acı fəryadla qucaqlayır. Yavrum, aman nazlı mələk Xavərim deyir və bu hissədə də əslində İxtiyar Şeyx dəli olur. Yəni ağlını itirir, çünki nəvəsi qabağında ölmüşdü, can vermişdi və bu hissədə artıq İxtiyar Şeyx dəli olur, müəyyən qədər ağlını, əqli dəngəsini, türklər deməli, akli dəngəsini itirir. Başlayırıq 4-cü pərdədə ormanda bir cığır, Ariflə Rəna gəlir, kənarda ıslıq çalınır, bir qurşun atılır. Bu hissədə bilirsiniz necə? Axı iblis Vasifə demişdi ki, Rənanı apar. Rənanı apar demişdim. Arif də Vasif deməli, iblis Vasifə demişdi ki, Rənanı apar, Rənanı tutacaqlar. Vasif Rənanı aparmışdı.
Bunun da dalınca İblis Arifə dedi ki, Rəna bir dənə zabitə qoşulub getdi. Bunun da dalınca deməli adını sən de, Arif gedir ki, mən bilirəm də indi bunu aparanı neyniyəcəm. Deməli, qabaqda Rəna gedir, Rənanı aparır Vasif, Vasifin də dalınca düşür Arif. Bunları belə dalbadal yönləndirir. Hamısını iblis, aləmi qatan iblisdir onsuz da. Bu hissədə ormanda bir cığır, Ariflə Rəna gəlir, kənarda ıslıq çalınır. İndi Ariflə Rənanın burada nə işi var? Niyə bunlar bir yerdə gəldilər? Orada İxtiyar Şeyxin 3-cü pərdədə görmüşdük. Burada İxtiyar Şeyxin deməli çardağın qülbəsinin qabağında Arif gəlir. Burada onu demək yadımdan çıxdı. Vasif gətirir İxtiyar Şeyxin qülbəsinə Rənanı və burada gizlətmək istəyir. Burada Rənanı gizlədir. Arif də bura gəlir. Bura gələndə Rənanı da götürür. Artıq bunlar bir yerdə gəlirlər. Deməli adını sən de, meşəyə, ormana. Gəlirlər və burada Rəna diksinir. Bir deməli ıslıq çalınır, bir qurşun atılır, bir güllə atılır. Rəna diksinir səsindən, qurşun səsindən və deyir qurşun səsi, güllə səsi deyir. Arif laubali qəhqəhə ilə cibindən bir revolver çıxardır və heç qorxma, yanımda həm silah var, həm altın. Evet, nasıl da parlar. Bir avuç altın çıxarır əlini atıb cibindən və qoyur, yəni belə cibi təzən çıxardır, təzən cibinə qoyur. Haydutlar arka tərəfdə, bir saniyə. Nəsə. Harada qalmışdım? Bir avuç altın çıxardır, əlində oynadıb cibinə təzədən qoyur. Rəna deyir ki, bəs hələ ora çatmayaq, bir danışaq. Arxa tərəfdə ağaclar arasında görünür, heyrətlə onları dinləyirlər. Deməli, Arif deyir, Rəna deyir ki, bəs güllə səsi gəldi, təəccüblü bir şəkildə qorxur, diksinir, təlaşla. Arif də deyir ki, gülə-gülə, yəni özündən razı bir şəkildə, laubali bir şəkildə, loğa bir şəkildə cibindən deyir, yanımda həm silah var, həm də altın var. Deyir, bax necə parıldayırlar. Cibindən bir ovuc dolusu altın çıxardır və deyir ki, həm altın var, həm də silahım var. Təzədən qoyur cibinə. Arkada da haydutlar bunları izləyirdi. Haydut da bilirsiniz nədir? Yəni oğrular, belə yol kəsənlər, haydutlar bunları izləyirdi. Pul üçün yol kəsənlər, hansı ki Nurəddində də haydut var idi, yazıda düşürsə. Nurəddində də Əmraslan haydutu idi. Yol kəsib cəmaatın pulunu alırdı. Həmin haydutlar, yəni o tip haydutlar bunları arxadan izləyirdi. Rəna deyir ki, Arifə, nereden səndə anlamam şu sərvət? Rəna Arifə deyir ki, yəni bu elə bir cibindən bir ovuc qızıl çıxardıb cəmaata göstərir, Rənaya göstərib də. Yəni bu da deyir ki, səndə bu boyda şey hardandır? Yəni hardan tapmısan bunu? Arif məğrur bir qəhqəhə ilə bir arkadaşımdan oldu qismət. Pəncəmdə həlak olub boğuldu. Sərraf idi, həm də xeyli zəngin. Arif deyir ki, Rəna soruşur, bəs bunları hardan tapmısan? Arif də deyir ki, bəs bir arkadaşımdan mənə qismət olub. Əlimdə deyir, mənim pəncəmdə boğulub, mənim əlimdə ölüb, mənim əlimlə boğulub ölüb və özü həm sərraf idi, həm də xeyli zəngin idi. Buranı yadınıza saxlayın. Arif bu nitqdə xavəri nəzərdə tutmur. Burada əlimdə boğulub ölən arkadaşım deyəndə xavəri nəzərdə tutmur. Bir yahudini nəzərdə tutur. Da orijinaldadır, yəni burada yoxdur. Başqa birini nəzərdə tutur. Yəni burada nəzərdə tutulan şəxs xavər deyil. Əlimdə boğulub öldü, ondan mənə altınlar qaldı, onun altınlarını götürdüm dediyi şəxs xavər deyil. Xavəri nəzərdə tutmur. Ki, zaten Rəna xavərin öldüyünü və Rəna xavərin Arif tərəfindən öldürüldüyünü bilmirdi. Nəsə, bilsə nəyi yazmışdı bunun yanında? Arif deyir ki, bəs belə anladır Rənaya səbəbini. Niyə əlimdə bunlar hardandır? Kənardan iblisin mənalı və istehsalı qəhqəhələri eşidilir. İblis gülür. Yəni bu çirkin əməlin qarşısında Arifin bu çirkin əməlini fəxrlə deməyə qarşısında iblis biraz da yəni qürrələnir ki, yəni mənim yolumdadır da bu da. Rəna deyir ki, sus, bir ləkədir bu söz sənin üçün. 5 altına qarşı bunca vəhşət. Haydutlar ortaya fırlayırlar. Rəna deyir ki, yəni sus deyir. Bu söz sənin üçün bir ləkədir. Sənin adı var ləkədir deyir. Sən 5 dənə altına görə, 500 manat pula görə sən deyir belə bir vəhşət mi eləmisən? İnsan mı öldürmüsən?
Haydutlar ortaya fırlayırlar. Arxadan qulaq asan, yol kəsən haydutlar ortaya fırlayır. Birinci haydut tüfəngdə nişan alır və altınları ver deyir Arifə. İkinci haydut da xəncərini Arifin köksünə darıyır. Biri tüfənglə nişan alır, o birisi də xəncərini Arifin köksünə diriyir və hamısını ver deyir. Bu sırada vüqarlı, müsəlləh, zabit qılıqlı, qalın bıyıqlı, gür qarasaqqallı, zində və mühib simalı Elxan ağaclar arasından çıxır, ətrafa 2 qurşun atılır. Elxan haydutlara deməli boynum ağrıdı. Elxan haydutlara 2 dənə qurşun atır və deyir ki, hələ heç nə deməyib. Opşunda, yəni Elxanın burada təsviri var. Yəni zabit qılıqlıdır, zabit paltarındadır, bu gür bıyıqlıdır, gür saqqallıdır, qara saqqallı, boyu uzun, belə Koroğlu kimi bir adamdır opşum Elxan. Belə təsvir olunur. Durmayın, Elxan deyir ki, durmayın, haydi bir baxın da nə var? Bəkçilər zərrə qəflət eyləməsin. Ələ bir av keçərsə, siz gətirin, bana bax, kim dökərsə haqsız qan, kəndinə işarətlə, mənə deyir, mənə baxın, özünü göstərir, mənə baxın, kim deyir haqsız qan töksə, ən ağır bir cəza verir Elxan deyir. Mən sizə ən ağır cəzanı verirəm. Haqsız qan törətməyin, amma deyir, bir ov da görsəz, yəni bir günahkardır. Elxan belə bir obraz idi. Hüseyin Cavidin yaratdığı ümumiyyətlə belə bir obraz idi ki, o yaxşılıq görmək istəyirdi. Yaxşılıqla yamanlığı eyni tərəzidə görmək onu istəmirdi. Yəni eyni tərəzidə görmürdü Elxan. Və deyirdi ki, harda haqsız görsəz, gətirin. Av deyəndə haqsız insan nəzərdə tutur. Haqsız qan tökmüş, oğru olsun, haydut olsun, pislik edən bir insan deyir. Görsəz, gətirin, mən onu cəzalandıracağam. Amma deyir, haqsız qan töksəz, yəni günah olmayan birini günahlandırsaz, gətirsəz, mən onu öldürsəm, onda o şey öz əlimlə ən ağır cəzanı sizə verəcəm. Belə. Bu sırada gedən haydutlar 2-3 çingənə ilə İbn Yəmini silahsız olaraq gətirirlər. Elxanın göndərdiyi adamlar, yəni ov varsa, pislik eləyən adam varsa gətirin dediyi adamlar gedib 2-3 çingənə ilə İbn Yəmin silahsız idi bu səhnədə, gətirirlər. İbn Yəmini günahkar olaraq gətirirlər. Elxan İbn Yəmini görəndə tanıyır. Hansı ki Elxan özü də qaçaq bir əsgər idi. Əsərin əvvəlində tanıdanda demişdi və İbn Yəminə görə qaçaq düşmüşdü. Söylə kimsin, adın nə? Deyir. İbn Yəmindən soruşur ki, kimsin, adın nə? Amma əslində göründə tanımışdı. Sadəcə yenə də soruşur İbn Yəmindən ki, kimsən, adın nədir? İbn Yəmin də deyir ki, İbn Yəmin, yəni öz adını deyir ki, mən İbn Yəminəm. Özünü tanıdır. Bu da ki, Elxan da qayıdır Arifə və Rənaya, yarım qəhqəhə ilə Arifə və Rənaya baxıb deyir ki, bax İbn Yəmini göstərir və deyir ki, məni astırmaq istəyən şu ləyin, İşte bir av ki, izlər avçısını. Deyir, məni bu ləyin, yəni məni bu astırmaq istəyirdi da o vaxt. Məni bu qaçaq salıb, məni bu astırmaq istəyirdi. İşte bir av ki, izlər avçısını deyir. Gör necə deyir, fələyin əlində gəlir təzə mənim əlimə düşür. Bir ovuzu deyir, İbn Yəmin ov, özünü də ovçu kimi adlandır. Deyir, elə bir ovdur ki, öz ovçusunu izləyir. Yəni təzədən gəldi mənim əlimə düşdü də indi. İbn Yəmin yenə Elxanı əlbəttə ki tanımışdı. Çünki vaxtı ikən Elxanın qaçaq düşməsinə, Elxanın astırılmağa qədər, astırılmasına qərar verilməsinə qədər gətirib çıxartmışdı. İbn Yəminlə Elxanın arasında bir ədavət var idi. Kim var idi? İbn Yəmin Elxanı tanıyır və diz çökür onun qabağında. Aman əff et, qüsurluyum Elxan deyir. İbn Yəmin Elxandan aman diləyir. Amma əlbəttə ki, Elxan ona aman verməyəcək və öldürəcək, onu görəcəyik. Bu hissəni İbn Yəminin Elxandan əff diləmək hissəsini, üzr istəmək hissəsini Basatın Təpəgözü öldürdüyü boyda, kitab Dədə Qorqudda Təpəgözün Basatdan əff diləməsi ilə oxşar cəhət kimi götürə bilərik. Təpəgöz də öldürülməmək üçün Basatdan əff diləyirdi. Həmçinin burada da İbn Yəmin öldürülməmək üçün qüsurlu olduğunu və Elxandan üzr istədiyini bildirir. İblis ağaclar arasından çıxır, Elxandan üzr istəyir İbn Yəmin. İblis ağaclar arasından çıxır, izləyir olanları. Hələ heç nə eləməyib, heç nə deməyib. Elxan, yahu, səni kim buraxdı? Elxan İblisi görür və deyir, səni kim buraxdı? Elxan İblisi də tutturmuşdu, anlayırıq burada. O haydutlara İblisi də tutturmuşdu. Elxan deyir, səni kim buraxdı? Yəni, mən sənə buraxmalarını deməmişdim axı öz haydutlarıma. İblis məğrur bir tevr ilə əlini köksünə qoyaraq, kəndim, deyir, məni özüm buraxdım. İblis də, yəni bu hər şey eləyə bilər.
Kəndim deyir. Arif Elxana baxıb deyir ki, bir mürşid o, sahibi kəramət. İblisin əlini öpür. Neçənci səhnədə, neçənci pərdədə? 4-cü pərdədə. Mənim riyaziyyatım yenə işə düşdü. 4-cü pərdədə Arif iblisin əlini öpürür və onu sahibi kəramət adlandırır. Xoş gəldin. Aman, nə mütlü saətdir. Nə yaxşı gəlmisən, yəni xoş gəlmisən, sahibi kəramət. İblisin əlini öpür, artıq onun quluna çevrilmişdi Arif. Elxan, kimsin əcəba? Səndə ki var böyle məharət. Elxan deyir, yəni sən kimsən ki, səndə belə bir məharət var? Həm cəmaatın əlindən qurtulmusan, həm də Arif sənin əlini öpsən, deyir, kimsən? İblis artıq bu hissədə, ona görə demişdim, İblisin Arifə özünü tanıtması var, bir də İblisin Elxana özünü tanıtması var. Burada Elxana özünü tanıdır. Mən hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət, özünü ulu qüvvət, ulu qüdrət olaraq tanıdır. Bir qüdrət-i külliyyə ki, aləm bana bədxah. Dünyada əgər varsa rəqibim, o da Allah. Qəhqəhə ilə davam eləyir. Mən şərqdə abid olurum, qərbdə rahib, bir qazi olub, gah edərəm fitnələr icad. Bəzən olurum bir çoban azadə bir insan, bəzən olurum zülmü fəzad aşiqi sultan. Deyir ki, mən deyir bəzən, burada iblisin müxtəlif libaslara girib, müxtəlif şəxslər kimi özünü tanıtması öz nitqindən verilir 4-cü pərdədə, yadınıza saxlayın. Deyir, bəzən normal bir çoban oluram, bəzən normal bir insan oluram, yəni hər cildə girə bilirəm. Bəzən zülmü fəsad aşiqi sultan ola bilirəm, bəzən deyir bir sultan ola bilirəm. Şərqdə abid olurum, qərbdə rahib olurum, belə tanıdır özünü və deyir, mən heçlə doğan bir ulu qüdrət, bir ulu qüvvət kimi adlandırır Elxana qarşı özünü. Amma Arifə qarşı atəşli muamma, atəş olaraq adlandırmışdı. Dünyada əgər varsa rəqibim, o da Allah. Öz rəqibinin, yeganə rəqibinin Allah olduğunu, əstəğfurullah, İblis bildirir Elxana qarşı. Arifə yox, Elxana qarşı tanıdanda. Özünü tanıdır. Bu halda İxtiyar Xavərin babası, yəni Xavər onun nəvəsi idi, hansı ki İxtiyar bilirsiniz. Xavərin babası başı açıq olaraq pərişanhal və məcnunə bir qiyafətdə ağacların arasından çıxır. Yəni pərişan bir nəvəsi ölmüş. Demişdi, dedi axı bu dəli oldu nəvəsi öləndən sonra. Məcnunə bir qiyafətdə, yəni üstü başı cırıq bir halda, dəli halda saçın başını yolub ağacların arasından çıxır və həyəcanlı, çılğınca bir fəryadla deyir: Ah Xavər, sana kim qıydı gülüm? Mən dururkən sana layiqmi ölüm? Özünü ölümə layiq bilir və onlar eyvah, o səfil insanlar, qəlbi vicdanı sönük qapılanlar. Deyir, ah Xavər, yəni gəlib burada, Xavər var burada, dəli olmuş da, gəlib burada deyir ki, ah Xavər, deyir, sənə kim qıydı gülüm? Mən deyir, mən qala, mən yəni yaşlı bir insanam, sənə yaraşırmı sənin kimi gənc bir insana ölüm? Burada Elxan İxtiyarın sözünü kəsir və söylə, at söylə, bilinsin dərdin. O sönük qəlbi isindırmaq üçün nə dilərsin, yaparım, etmə kədər. İxtiyar, Elxan dediyi axı, yaxşılara dəstək duran, pisləri qətiyyən, yəni pisləyən, ölümə layiq bilən biri idi və İxtiyarın bu halını görüb ona acıyır və deyir, səni qəlbi şad eləmək üçün nə lazımdırsa eləyərəm. Yəni söylə mənə, aç da görüm dərdin nədir? Sonra İxtiyar müstərib bir şəkildə bana imdad edin, eyvah imdad, əmr edin şimdi bulunsun cəllat. O da deyir ki, mən kömək eləyin ki, bu cəllat Xavərin qatili tapılsın. Xavərin xəyalı görünür və çəkilib gedir. İntiqam deyir. Xavərin xəyalı görünür. Deməli, 2 dənə xəyal göründü. Biri Rənanın atasının xəyalı idi, hansı ki o da intiqam istədiyini deyir. Biri də Xavərin xəyalı, bu da ikinci xəyaldır və burada da Xavərin xəyalı intiqam istədiyini deyir. İxtiyar, işdə o dilbər mələyim, getmə, dur, mən də bərabər gələyim, deyir. Yəni Xavərin xəyalını görür və işdə mənim dilbər mələk deyir, mələyim, getmə, deyir, dayan, mən də səndən bir yerdə gəlim. Çılğınca qəhqəhələrlə onu izlər. Deməli, ıslıq səsi eşidilir. Vasif və İbn Yəmin çavuşu, İbn Yəminin çavuşu, 2 nəfər başqa haydutlar gəlir. Deməli, buradan Vasif, bir də İbn Yəminin 2 dənə çavuşu başqa bir haydutla gəlirlər burada. Görürsünüz, Vasif və İbn Yəminin çavuşu girir artıq bu səhnəyə. Burada Vasif Rənaya deyir ki, şu zalım xunxar babanın qatili olmuş. İbn Yəmini göstərir Vasif Rəna
Vasif Rənaya İbn-Yəmini göstərir və deyir ki, bu zalım Xunxar sənin atavın qatilidir. Atasının qatili kimi İbn-Yəmini göstərir Rənaya. Deməli, Rənaya atasının qatilinin İbn-Yəmin olduğunu kim deyir? Vasif deyir. Bəs Vasif bunu hardan öyrənmişdi? Yəni, ixtisara düşmüş hissədə Vasif bunu əskərdən öyrənir. Hansı ki, o İbn-Yəminin əskəri var idi. Çavuş İbn-Yəminə yadınıza gəlir, ilk səhnələrdə demişdi ki, bəs deyir Arif Rənaya yaxın olduğu üçün ondan narahatam. Amma deyir ondan da böyük bir problem var ki, bizim əskərimiz deyir İbn-Yəmini öldürəndə sən görüb. Mən qorxuram ki, kiməsə deyər bunu. Bax, həmin əskər, sözü keçən o qorxduqları əskər Vasifə Rənanın atasının qatilinin İbn-Yəmin olduğunu demişdi. Vasif əskərdən öyrənir və Vasif də gəlir Rənaya deyir. Rəna da Vasifdən öyrənir ki, İbn-Yəmin onun atasının qatilidir. Bu hissədə hətta Rəna özü istəyir ki, gedib İbn-Yəmini öldürsün. Lakin o da yenə burada verilmir. Sadəcə deyirəm ki, bilin. İbn-Yəmini istəyir ki, Rəna özü öldürsün. Əl atır öldürmək üçün, Elxan icazə vermir, ona əngəl olur və deyir ki, sən öz gözəl məsum əllərini qana bulama. Elxan ona icazə vermir. Bundan sonra Elxan al bunu söylətmə daha. Növbətçi deyir, al bunu söylətmə daha. İbn-Yəmin növbətçisinin göstərdiyi yerə çəkilib durur. İbn-Yəmin növbətçi, Elxan növbətçi deyir ki, bunu deyir. İbn-Yəmini götür buradan da çox danışdırma da görsən qız pis olub. Növbətçi də İbn-Yəminə bir yer göstərir, keç burada dur. İbn-Yəmin də sakitcə də silah azadı yox, nə edə bilərdi ki? Gedib durur həmin yerdə. Qaça da bilmir, hara qaçır o boyda adamın içində. Sonra Elxan bunu düzdürür həmin hissələrə. 1, 2, 3 nişancılar ortaya sıraya duranları yaylım atəşinə quruşuna düzürlər. Ortaya sıraya duranlar kimlər idi? İbn-Yəmin idi, Qapaz idi, sonra bir dənə Xaxap idi, yəni bir şəxs idi. Xaxar idi, sonra bir dənə qadın idi və bir dənə də xəstə uşaq idi. Bunlar belə yan-yana düzülmüşdülər. Bunları Elxan öldürtmək üçün, bax həmin o öldürülmək üçün düzülənlər arasında İbn-Yəmin də var idi. Digər düzülənlər kimlər idi? Onlar da hansı ki ölümə layiq olan, pislik eləyən şəxslər idi. Onların içində İbn-Yəmin də var idi. Bəs deyəcəksiniz, indi bir qadın var idi, bir dənə də uşaq var idi. Bəs onlar niyə öldürürlər? Bir qadın, bir də həmin qadının öz uşağı. Bunlar niyə öldürürlər? Çünki bunlar əslində yəni uşaqdır da. Uşağın nə böyük pisliyi ola bilər ki, Elxan bunu da ölümə layiq bilib öldürtdürür İbn-Yəmin sırasında, bu pislərin sırasında. Çünki bu qadın və uşağı Kərbalaya getmək istəyirdilər və Elxan da fikirləşir ki, bu xəstə uşaq idi. Bu fikirləşir ki, bunlar Kərbalaya getsə bu uşaqla, qadın uşaqla Kərbalaya getsə, Kərbalaya gedənlər də saf, təmiz insanlar da, ziyarətə gedən insanlar bu uşaq xəstəliyi həmin insanlara da keçirəcək. Bu Elxan biraz başını xarab eləmişdi bu yaxşılıq pislik məsələsindən. Fikirləşir ki, bu uşaq xəstədir. Kərbalaya gedən saf, təmiz insanlara da öz xəstəliyini keçirəcək. Ona görə bu uşağı da öldürür ki, Kərbalaya getməsinlər və oradakı insanlara da, yaxşı insanlara da bu xəstəlik keçməsin. Bu uşağı da, anasını da, digər İbn-Yəmin, digər iki şəxsi də yaylım atəşinə qurşuna düzüb, yəni yaylım atəşinə bir-bir hamısını dayanmadan güllələyib öldürürlər. Hamısı ölür. Həpsi ah eyvah deyir. Yəni hamısı birdən ah eyvah deyir. Elxan Vasifə İbn-Yəminin cənazəsini göstərir. Elxan Vasifə İbn-Yəminin cənazəsini göstərir və deyir ki, bana bax, izləməsəydin də dəmin, ələ keçməzdi inan İbn-Yəmin. Xeyli məmnunim əzizim səndən, söylə yavrum, nə dilərsin bəndən? Elxan İbn-Yəminə deyir ki, daha doğrusu Elxan Vasifə deyir ki, İbn-Yəminin cənazəsini göstərir Vasifə və deyir ki, bunu sənin sayəndə tutdum, öldürdüm də. Əslində, axı dedi Elxan İbn-Yəminlə əvvəldən ədavəti var idi. Çünki İbn-Yəmin Elxanın asdırılmasına qədər səbəb olmuşdu. Ona qaçaq salmışdı normal oturduğu yerdən. Ona görə ədavəti var idi. Onu elə öldürmək, tapmaq istəyirdi. Elxan Vasifə təşəkkür eləyir. Deyir ki, yəni sənə çox təşəkkür edirəm də. Sən mənə onu tapmaqda mənə kömək elədin. İndi öldürülməyini də sən mənə kömək elədin. Nə istəyirsən deyir, nə dilirsən dilə deyir məndən. İblis bu hissədə elə Vasif ağzını açmamış, İblis danışır, Rənanı göstərir və deyir, o gözəl afətə məftun şuşu çocuq. İblis Rənanı göstərir və deyir ki, Vasifi göstərir bir də. Deyir, bu Vasif bu Rənaya deyir, aşiqdir. Rəna Arifə qayıdıb deyir ki, sən mənim əski pərəstişkarım. Hələ Vasif ağzını açmayıb ha. Rəna deyir ki, bəs sən mənim əski pərəstişkarım.
Bu isə bunu deyəndən sonra Arifə deyir ki, sən mənim əski pərəstlik, köhnə pərəstişkarımsan. Sonra Vasifi göstərir Arifə. Deyir, bu isə ən yeri bir dildarım, ən yeni bir dildarım. Haqqı əfsus edəməm mən inkar. Çünki Tanrımla mənim əhdim var. Bulsa hər kim babamın qatilini, bil ki, məmnun edər ancaq o bəni. Deyir ki, burada Rəna Arifə deyir ki, sən deyir mənim köhnə bir pərəstişkarımsan, məni sevənlərdən birisən. Amma deyir Vasifi göstərir sonra Arifə. Deyir ki, bu isə mənim yeni dildarımdır. Bu isə deyir mənlə bir yerdə olmağa layiq olan insandır. Deyir mən təəssüf ki, haqqı inkar eləyə bilmərəm. Çünki deyir Tanrımla, Allahla mənim aramda bir əhd var. Yəni mən deyir Allaha əhd eləmişdim ki, kim mənim atamın qatilini tapsa, onun öldürülməyinə yəni səbəb olsa və ya öldürsə, mən onunla bir yerdə olacağam. Burada da artıq axı Rənaya deməli İbn Yəminin onun atasının qatil olduğunu Vasif demişdi. Həmçinin onun öldürməyini onu tapıb gətirən də Vasif oldu. Ona görə Rəna artıq Arifə deyir ki, yəni mən də onunla bir yerdə olacağam da. Yəni o tapdı, gətirdi, onunla bir yerdə olacağam. Təəssüflər olsun deyir Arifə. Arif də Rənaya deyir, nə demək? Sən bu çürük lafı bırax. Yox, bu mümkün deyil əsla. Bana bax. Bir düşün, əldə dururkən şu silah, söylə, böyle təhqirə dayanmam. Deyir ki, bu nə deməkdir deyir, sən əsəbi bir şəkildə Rəna deyir, bu nə deməkdir, necə deyən belə bir şey deyə bilərsən da, mən qala necə onunla bir yerdə ola bilərsən, yenə də, hələ də Vaqif, daha doğrusu Arif, Vasifin adını bilmir. Burada da onun qardaşı olduğunu qətiyyən bilmir. Heç adını belə bilmir. Bilsə, adını ən azından deyərdi. Yəni qardaşını qətiyyən öldürməzdi bir qıza görə, Rənaya görə, amma bilmirdi. Və deyir ki, mənim əlimdə deyir silah var. Rənanı təhdid eləyir. Deyir, mənim əlimdə hədə-qorxu gəlir. Silah var deyir. Belə bir təhqirə mən deyir dayana bilmərəm. Bu hissədə yenə Arif ətrafa deməli, ətrafa təhəssür ilə, bir Vasifi görsəm, əfsus, bu yanıqlı bir səslə, həyəcanlı və müstərif, kədərli bir halla, kəh deyir Vasif, gəş deyir Vasifi görərdim. Axı deyirik, qardaşının adını bilirdi, amma özünü bilmirdi. Yadınızda saxlayın, Rəna Arifin və Vasifin qardaş olduğunu bilir. Bu iki itkin ayrı düşən qardaşın bir-birinə qardaş olduğunu bilir. Amma Rəna nə Arifə, nə də Vasifə bunların qardaş olduğunu deməyib heç birinə. Niyə deməyib? Niyəsi yoxdur. O da sadəcə iblisin əməllərindən biri idi ki, Rənanı da yoldan çıxartmışdı. Yəni Rəna buna görə demir də, yəni ki, siz qardaşsınız. Yoxsa yəni deməmək üçün başqa heç bir səbəb yox idi. Qardaş olduqlarını Rəna onların heç birinə demir. Amma Rəna özü bilirdi bu həqiqəti, lakin demir. Dediyim kimi, o da iblisə aludə olanlardan biri idi. Yəni bu əsərdə iblisə aludə olan sadəcə Arif deyil. Bu günahkarlardan elə ən böyüyünün biri də Rənadır. Arif, ətrafa təhəssür ilə bir Vasifi görsəm, o deyir, itkin düşən, uşaq vaxtı itkin düşən Vasif, hansı ki, indi də düşməninə çevrilən Vasifi deyir, kəşki deyir, Vasifi görsəydim, qardaşımı görsəydim. Ondan sonra qardaşım, sevgili Vasif, bana gəl, səni görsəm bəni qorxutmaz əcəl. Deyir, ay qardaşım, Vasif, kəşki deyir, səni görsəydim, deyir, itkin düşən qardaşını nəzərdə tutur, bu Vasifi hal-hazırda düşməni olan Vasifi nəzərdə tutur. Kəşki deyir, səni görsəydim, mən deyir, əcəl ölüm belə qorxutmazdı. Vasif ətrafa baxır, fəqət qardaşım bir Arifə qaldım həsrət. Yaralı bir ahənglə deyir, nərdəsin, gəl bənə Arif. Əlan kim bilir, bəlkə əcəl verməz aman. Deyir, Arif, hardasan deyir, sən də mənə gəl. Arifi burada görmək istəyir, Vasif də. Yəni ikisi də qabaq-qabağa durmuşdular. İkisi də bir-birlərinin üzünü görürlər. Amma heç biri bir-birini tanımır. Və bu deyərsiz, bu qabaq-qabağa dururlar. Bu Vasif deyir, bu Arif deyir. Bu eşitmir bir-birini bunlar ki, bu Arifdir, bu Vasifdir, bu Arifdir. Niyə eşitmirlər? Eşitmirlər. Deyir, səs-küydən eşitməyiblər bir-birini. Alçaq tonla deyirlər. Bir növ ürəklərində deyirlər bu sözləri. Dodaqaltı deyirlər. Heç biri bir-birini eşitmir adını. Amma ikisi də bir-birini görməyi çox arzulayır. Deyir, Vasif hətta deyir ki, səni görsəm, deyir, çox yaxşı olar. Bəlkə deyir, heç ölüm deyir, mənə aman verməz. Kəşki deyir, son anımda Arif səni görsəydim. Arif də həmçinin Vasiflə bağlı belə bir fikir bildirir. İblis hazır ol. 1, 2, 3 deyir və silahlar açılır. Burada Ariflə Vasif qabaq-qabağa durmuşdu. Rənaya görə, yəni ikisinin də sevdiyi qızı idi. Arif belə bir bunu qəbul eləmir və dava başladır. Bunlar qabaq-qabağa
qabağa durub bir-birini öldürmək üçün silah çəkirlər. İblis 1 2 hazır ol 1 2 3 deyir və silah açırlar bir-birlərinə. Nəticədə Arif qaça bilir, amma Arifin vurduğu silah gedib Vasifə dəyir və Vasif yaralanır, ah deyir. Rəna Vasif eyvah deyir. Cənazə üzərinə qapalıb ağlayır Rəna, Vasifin cəsədi üzərinə. Arif şaşkın bir halda nə Vasifmi deyir. Deməli Arif qardaşının Vasif olduğunu Rənanın dilindən, Rəna gedib demir, yəni sənin qardaşın Vasifdir, harda deyə bilər. Sadəcə burada Vasif eyvah deyəndə Vasifin adını eşidir Arif və deyir, nə? Vasifmi? Necə deyir? Yəni Vasif nədir? Vasif idi, bu təəccüblənir. İblis acı bir qəhqəhə ilə, öyle ya, Vasif, o Vasif ki, səni eşqi yıllarca əsir etmişdi. Sana qurban oluyor bax şimdi. İblis yenə burada öz iblisliyini, şeytanlığını görürsünüz, necə təsir edici bir əsərdə əslində. Deyir, hə, deyir, o Vasif ki, sən deyir uşaqlığından bəri onu axtardın. Neçə vaxt deyir, onu görmək istəyirdin, onun sevgisi ilə, onu görmək istəyi ilə alışıb yanırdın. Bax deyir, indi sənin əlinlə qurban olur həmin Vasif, sənin güllənlə ölür deyir. Gör necə pis bir obrazlı iblis. Arif şaşırır və Vasifə yaxınlaşır, dəlicəsinə təhqiq edər, son dərəcə həyəcanlı bir şəkildə qardaşım, ah, o evet, qucaqlayır, Vasif oyan, ah, visalın nə yaman oldu aman, şu vidayin daha müthiş Vasif, dur bərabər gedəlim, əlindəki silahla intihar eləmək istəyir. Deməli, bu hissədə Arifin ahlarını, fəryadlarını görürük. Hansı ki, iblis yenə əsərin əvvəlində dediyi, sən deyir, mənə kölə olsan, sənə ah və fəryaddan başqa heç kim köməyə çata bilməz də. Yəni deyir, bu qədər nifrət eləmə mənə. Sən də mənim köləm olarsan bir gün demişdi. Arifə yadınıza düşür əsərin əvvəlində və dediyini burada təsdiq eləyir. Arif onun quluna çevrilmişdi, nəticədə öz qardaşını öldürür, bundan ah və fəryad eləyir, aman deyir. Əlindəki silahla, Vasifi vurduğu silahla özünü öldürmək istəyir, amma Rəna buna mane olur. Of Arif deyir. Rəna özü bilirdi, özündə də müəyyən qədər günahın olduğunu bilir. Kəşk deyir, bunların qardaş olduqlarını bunların özünə deyərdim. İndi bu səhnədə yaşanmazdı. Rənanın da başı xarabdır. Nəsə. Obşim, Arif bu hissədə görürsünüz, əlindəki silahla intihar eləmək istəyir, amma Rəna mane olur. Yadınıza düşürsə, ana, Hüseyn Cavidin həmçinin ana əsərində də İsmət özünü xəncərlə öldürmək istədikdə Səlma ana ona mane olurdu. Obşim, bir ixtiyar silah Arifin əlindən düşür yerə, Vasifə baxıb qorxur, geri çəkilir, iblisi sərsəmcə baxışlarla süzüb durur. Yəni qəbul edə bilmir də belə bir halı, iblisə baxır. Yəni hamı coşqun bir şəkildə iblisə deyir, sənsin bu cinayətlərə bais, qəhr olmalı, məhv olmalı iblis. Hamı deyir birdən bir səslə ki, sən iblisə deyir ki, bu cinayətlərə, hansı ki görürsünüz, Xavər ölür, Vasif ölür, bunların deyir ölməyinə səbəb olan sənsən iblis. İbn Yəmin ölür. Deyir, məhv olmalıdır, qəhr olmalıdır iblis. Hər tərəfdən hücum eləmək istəyirlər iblisin üstünə. İblis də bu hissədə gah istehzalı və məğrur, gah çılğın və qorxunc bir qəhqəhələrlə məşhur monoloqunu səsləndirir. Bənsiz də əmin ol, sizə rəhbərlik edən var, qan püskürən, atəş savuran, kinli krallar, şahlar, ulu xaqanlar, o çılğın dərəbəqlər, altın və qadın düşkünü divanə bəbəklər, bin hiylə quran tilki siyasilər, o hər an məzhəb çıxaran, yol ayıran xadimi ədyan. Onlarda bütün fitnə vüşər, zülmü xəyanət, onlar duruyorkən bəni təhqirə nə hacət? İblis nədir? Cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan insan nədir? İblis. Və bununla da əsərimiz sonlanır. Burada iblisin bu monoloqunda izah eləsəm, iblis burada deyir ki, mənsiz də sizə rəhbərlik eləyənlər var, deyir. Tək mən deyiləm sizə. Burada axı hamı iblisə qarşı iblisin ölümünü istəyir, iblisin yox olmağını istəyir. İblis də burada bildirir ki, mənsiz də deyir, əmin olun, sizə rəhbərlik eləyənlər var. Tək deyir, problem mən deyiləm. Deyir, hansı ki, qan püskürən, atəş sovuran kinli krallar, sonra deyir, ədalətsiz krallar, şahlar, ulu xaqanlar, çılğın dərəbəqlər, altın və qadın düşkünü, divanə bəbəklər, bin hiylə quran tilki siyasətçilər, o hər an məzhəb çıxaran, yol ayıran, xadimi ədyan, din xadimləri,
deyir, hər dəfə insanları 4 parçaya bölən din xadimləri, onlarda bütün fitnə və şər, zülm, xəyanət, onlar duruyorkən məni təhqirə nə hacət? Deyir, bu boyda adam var, deyir, sizin başınıza sizi yoldan çıxardan, deyir, onlar qala-qala məni niyə təhqir eləyirsiniz? Mənə deyir, heç ehtiyac yoxdur. Mən olmasam da siz onsuz da özünüzü yeyib bitirə bilərsiniz. Yəni tək problem mən deyiləm. Deyir, sonra özü sual verir. Yadınıza saxlayın, bu mələyin yox, iblisin sualıdır. İblis nədir? Cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan insan nədir? İblis. İblis bütün xəyanətlərin sahibi kimi, bütün xəyanətlərə səbəb kimi göstərilir. Ya xain insan nədir? İnsanlara qarşı xainlik eləyən insan nədir? Pislik eləyən insan nədir? O da iblis. Bir-birinə bərabər şeylər kimi, məfhumlar kimi göstərilir. Şiddətli və sürəkli qəhqəhələr içində yerin dibinə çəkilir. Arif əli ilə saçlarını yaxalayır və məcnunə bir tevr ilə baxıb durur. Ətrafdakılar da eyni şaşqınlıqla davam eləyirlər. Bu da bizim iblis əsərimiz. İblis əsərimizlə bağlı başqa bir şeyə ehtiyac yoxdur. Yəni əsərin içində demək olar ki, bütün qeydləri dedim mən. İndi əlavə olaraq təhlillə də yazdığım qeydlərdən baxarsınız.